Allah. Deyəsən, tamam, əgər gəlmək davam eləyir gələn yoldaşlar, o zaman onlar da qatılsın. Hazırsınızsa başlayaq. Tamam, qəbul edək. Yoldaşlar, sizdən bir xahiş eləyəcəm. Zəhmət olmasa hamı səsləri bağlasın ki, səslərimiz qarışmasın. Mümkün qədər burada əl qaldırmaq işarəsi var. Onu istifadə edərəkdən fikirlərinizi paylaşa bilərsiniz. Aha, mən də ekranımı sizlə paylaşacağım. Yoldaşlar, ekranımı görürsünüz. Slide görünür. Görünür. Əla. Bu arada suallarınızı və s. chat bölməsindən də yaza bilərsiniz. Qəbul edək yoldaşları da. Əla. Belə, ilk növbədə təşəkkür edirəm ki, vaxtınızı ayırdınız. Həm də bir də istirahət günü. İstirahət günündə biraz insan həqiqətən də iş düşünmək istəmir. Təşəkkür edirəm hamıya qoşulduğu üçün. Və yavaş-yavaş başlayaq mövzumuza. Bugünkü mövzumuz iş həyatında süni intellekt alətləri haqqında danışacağıq. Əlbəttə ki, istəmirəm ki, tək tərəfli olsun bizim bu müzakirəmiz. Siz də fikirlərinizi həm chat bölməsi vasitəsilə, həmçinin də səsi açıb paylaşacağıq. Deyəlim, qısaca özüm haqqında bəhs edeyim. Adım Abdullahdır, soyadım Abdullayevdir. 7 ildir ki, marketinq sahəsindəyəm, belə deyim. Üzrlü sayın, qəbul edim. Hə, davam edək. 7 ildir ki, marketinq sahəsindəyəm. Apar və 189 taksi kimi şirkətlərdə işləmişəm. Son bir neçə aya qədər iş yerim Apar və 189 taksi xidməti idi. Orada marketinq və innovasiyalar departamentinin rəhbəri olaraq çalışırdım. Daha öncəki iş təcrübəm əsasən daha çox Türkiyədə olub. Son, belə deyək, yəni Aparda və 189 taksidə 5 il olmuşam. Ondan öncəki vaxtlar isə Türkiyədə işləmişəm, müxtəlif sahələrdə, həmçinin də marketinq sahəsində. İndi cari vəzifə olaraq Golden Pay şirkətində fəaliyyətimi davam etdirirəm. Orada da həmçinin də iş fəaliyyətim daha çox marketinq və innovasiyalar istiqamətindədir. Təşəkkür edirəm yoldaşlar. Reaksiyalarınıza görə çox xoşdur. Həqiqətən
Sevindiricidir sizi bu gün belə bu saatda burada görmək. İstəyərdim qısaca olaraq təlimçilik fəaliyyətim haqqında danışım və danışmadan öncə qoşulmaq istəyən yoldaşları qəbul edək. Gecikən yoldaşlar, 10 dəqiqədiki gecikmisiniz və öncədən qoşulan yoldaşlar indi bilirəm ki, qıcıqlanırlar ki, niyə gec qoşulub söhbəti bölürsüz. Belə, davam edək. Təlimçilik fəaliyyətim, TOT sertifikatına sahibəm. Satqrupda son 3 ildir ki, təlim deyirəm. Paralelində Genium Hub yaratmışıq. Genium Hub haqqında qısaca məlumat verəcəm sizə. İstərdim ki, ümumi təlimçilik haqqında danışım. Universitet illərindən bəri mənim üçün bir neçə müəllimim var idi ki, onların təsirindən belə deyim, bu sahəyə həvəslənmişdim. Onsuz da paylaşmaq, nəyisə izah etmək sevdiyim bir şeydir. Və o adamlardan ilham alaraqdan həmişə ağlımda yer alırdı ki, belə bir keçid eləyim təlimçilik sahəsinə. Marketinq sahəsində işlədiyim vaxtlarda paralelində bir neçə belə deyək, qısa təlimlər demişdim. Dost, tanış və s. müraciət etmişdi ki, bəs öyrədə bilərsənmi və s. Targeting hissəsi bu şəkildə. Baxdım ki, uğurlu alınır, bəyəndiyim bir istiqamətdir və qərar verdim ki, bunu daha professional şəkildə edim və bu yöndə özümü inkişaf etdirim. Buna görə də TOT təliminə qoşuldum, TOT sertifikatını aldım. Daha sonra Satqrupda təlimlərə başladım. Təxminən 3 ilə yaxındır ki, Satqrupla işləyirik. Satqrupda fərdi və korporativ təlimlərə qoşulurdum. İndi hal-hazırda Satqrupla yalnız korporativ istiqamətdə olan təlimlərdə iştirak edirəm. Fərdi istiqamətdə isə daha çox Geniumun təlimlərində oluram. Bu arada yoldaşlar, kimlər çay, kofe içəcəksə indidən hazırlasın. Çünki mövzu getdikcə dərinləşdikcə çay və s. kofe götürməyə vaxtınız getməmiş olar. Korporativ təlim təcrübəm haqqında da istərdim biraz danışım. Müxtəlif layihələrdə iştirak etmişəm. Bunların içində ən son iştirak etdiklərim Baxel ilə birlikdə olan partnyorluq çərçivəsindədir. Burada da Baxelin bir K hərfini əksik yazmışam. Bundan da artıq həmçinin demiş oldum ki, slaydı süni intellektdə yox, özüm hazırlamışam. Həmçinin Baxel ilə birlikdə elə olan Satqrupla eyni istiqamət birlikdə ortaq bir tədbir hazırlamışdıq. Bu HR-lar üçün də keçərli idi. HR-lar üçün xüsusi təlimlər hazırlamışdıq. Yəni süni intellekt istiqamətində bu tip təlimlərin hazırlanması çox normaldır. Çünki süni intellekt hər peşənin daxilində biraz fərqli cür istifadə oluna bilər. Bu səbəbdən korporativ istiqamətdə təlimlər hazırlandıqda individual yanaşma etmək lazım olur bəzən. Genium haqqında qısaca sizə bəhs edim. Genium süni intellekt əsaslı təlim, xidmət və konsultasiya təklif eləyir. Həmçinin mən Geniumun həm təsisçisiyəm, bir də bildiyiniz kimi Ümid bəydir, ikinci həm təsisçi. O da təlimçidir, özü də görüşə qoşulub bu arada. Suallarınızı hər ikimizə birdən ünvanlaya bilərsiniz. Geniumun daxilində fərdi təlimlər, korporativ inkişaf proqramları, konsultasiya və həmçinin də AI əsaslı, yəni süni intellekt əsaslı həllər təklif edirik. Bizim üçün əsas məsələ təkcə belə deyək, insanlara bir neçə belə deyim, süni intellekti öyrətdik və s. kimi bitdi istiqamətində çalışmaq deyil də. Bir dəqiqə qəbul edim. Tamam. Mənim slaydım getdi. Aha, slayd getmişdi. Dostlar, qayıtdı. Ümid edirəm, hamı görür. Belə, Genium istiqamətində əsas məqsədimiz odur ki, süni intellekt alətlərinin istifadəsini həm yayılmasında bir növ prosesdə iştirak etmək, həmçinin də onu bir hub olaraq, yəni bir axış nöqtəsi olaraq
istifadə edək. Yalnız yəni təlim keçdi və insanlar getdi, bundan sonra bitdi bütün əlaqəmiz. Bu şəkildə deyil, daha çox bir klub formatında keçək. Çünki süni intellekt alətlərini öyrənməyin belə bir qəribə yolu, istiqaməti var ki, biz süni intellekt alətlərini öyrəndik və bir ay sonra öyrəndiklərimiz çox sürətli şəkildə dəyişə bilir. Yəni bu gün bir məlumatı öyrəndiksə 3 ay sonra həmin məlumat aktual olmaya bilər. Necə ki, ChatGPT-nin məsələ keçən il istifadə etdiyimiz versiyalar arasında bugünkü versiyalarında çox böyük fərqlər var. Bu təkcə ChatGPT üçün keçərli deyil, bütün elə süni intellekt platformalar üçün keçərlidir. Çünki burada rəqabət aparan hər hansı balaca şirkətlər deyil. Burada rəqabət aparan OpenAI kimi, Google kimi, Microsoft kimi, bu kimi böyük şirkətlərdir. Məlumatlar çox sürətli şəkildə yenilənir, çox sürətli şəkildə buna adaptasiya olmalıyıq. Bu səbəbdən də formatımız o yöndədir ki, təlimi keçən iştirakçılar hamısı bir qrupda qalır, qrupa əlavə edirik, daha sonra isə çıxan yenilikləri qrupda paylaşırıq. Yəni bir təlimi keçdikdən sonra növbəti təlimə keçməyə artıq ehtiyacı olmur. Məsələ tutalım ki, generativ süni intellekt təlimini bitirən adam növbəti qrupla ya da 5 ay sonra növbəti qrupla generativ süni intellekt təliminə qoşulmaya ehtiyacı yoxdur. Çünki o olduğu qrupda mövcud yenilənmələr hamısı paylaşılır. İstiqamətimiz bu yöndədir. Həmçində çalışırıq ki, vaxt tapdıqca Instagramda, YouTube'da və s. kimi platformalarda ödənişli şəkildə də müəyyən məlumatlar paylaşaq ki, hər kəs üçün istifadəyə daha yaxın olsun bu alətlər. Düşünürəm ki, ümumiyyətlə bu təkcə bizim geniumun deyil də, bu hamı üçün keçərli bir səbəbdir. Bildiyimiz kimi Azərbaycan dili biraz bariyer yaradır insanın məlumata çatmasında. Məsələn, hər hansı mövzu ingilis dilində axtarış etsək, rus dilində axtarış etsək, daha çox qaynaq tapacaq. Amma Azərbaycan dilində axtardığımız zaman qaynaq çox azdır, yetərli məlumat tapa bilmirik. Bunun üçün də düşünürəm ki, hərə öz sahəsində, istiqamətində məlumat paylaşmağa çalışmalıdır ki, Azərbaycan dilində də qaynaqların sayı artmış olsun. Belə. Suallarınız varsa yaza bilərsiniz, yoxdursa biz davam edək. Sıra sizdədir. İstəyərdim ki, qısaca olaraq düzdür, sorğuda görmüşdüm işlənilən kimin hansı sahədə işlədiyini, amma həmçində burada yaza bilərsiniz ki, bir-birinizi də hansı sahələrdən olduğunuzu görmüş olasınız. Buyurun, yoldaşlar, paylaşın. Kim hansı sahədə işləyir, nə işlə məşğuldur? Ləman xanım, DevSecOps engineer. Bu DevOps deyil də, belə başa düşürəm, düzdürmü? DevSecurity ilə əlaqəlidir nəsə. Səhv eləmirəmsə, aramızda müəllimlər daha çox olmalıdır say olaraq. Müəllimlər buradasınız? Əla Ləman xanım. Nəşriyyat sahəsi, qrafik dizayner, əla. Ümid müəllim, Elcan bəy, müəllim. Cyber security, əla. Təlimçi, UX UI dizayner, Turab bəy, əla Turab bəy. Çox şad oldum, çox xoşdur. Tədqiqatçı, fəlsəfə doktoru, developer, jurnalistika sahəsində bir yoldaş var, həmçində digital marketinq öyrənir. Müəllim, qrafik dizayn, Ləman xanım, əla. Əla, Nara xanım, üzrlü sayın, çox üzr istəyirəm. Günel xanım, HR, əla. Sosial media mütəxəssisimiz var. Maliyyə sahəsindəndir Emin bəy. Əla. Aytaç xanım da HR sahəsindəndir. Belə başa düşürəm ki, müəllim və HR istiqamətində çoxluq var. Əla, çox təşəkkür edirəm paylaşdığınız üçün, çox sağ olun. İstəyərdim ki, ümumiyyətlə biraz da
Cyber security, sistem engineering, Hypno coach var aramızda. Əla Jalə xanım çox maraqlı bir sahədir. Mənim də belə deyim, hobi olaraq maraqlandığım istiqamətdir. Təşəkkür edirəm fikirlərinizi paylaşdığınız üçün, iş yerləriniz haqqında məlumat paylaşdığınız üçün. Emin bəy, ətraflı şəkildə danışacağam, hansı sahədə necə istifadə etmək mümkündür istiqamətində, elə ona keçid etmək istəyirəm. Bəli, video qeyd alınır, video qeydi paylaşılacaqdır, amma çox xahiş edirəm ki, burada da aktiv iştirak edək, çünki birinci növbədə video qeydi nə dərəcədə keyfiyyətli ala bildiyimi bilmirəm. Ümid edirəm ki, keyfiyyətli olacaq səs barəsində. İkinci məsələ odur ki, video qeyddə artıq statik olacaqdır, yəni suallarınızı verə bilməyəcəksiniz, müzakirə edə bilməyəcəyik. İndi isə bir növ biraz daha canlı müzakirə etmə şansımız var. Əla, təşəkkür edirəm. Qayıdıram slaydımıza və istəyərdim ki, bir mövzuya toxunum. Sırf bu mövzu təkcə süni intellekt barəsində deyil, ümumiyyətlə düşünürəm bizim karyera və həyatımızdakı addımlarla bağlı bir şeydir. Süni intellekt barəsində istərdim qısaca təcrübəmi paylaşım. Düşünürəm ki, buradan da sizin də suallarınız yaranacaq və o istiqamətdə cavablanmış olacaq. Məsələn, mən süni intellekti öyrənməyə başlayanda bilirsiniz nəyi hiss etdim? Bir tətbiq çıxmışdı, ChatGPT-dən də öncə idi, 1-2 ay ChatGPT-nin çıxmasından öncə idi. Tətbiqi yoxlayanda gördüm ki, çox o zaman üçün çox wow effekti vermişdi məndə. Çox qeyri-adi gəlmişdi ki, 10-15 dənə şəkil yüklədim və onun nəticəsində mənim başqa rakurslarda şəkillərimi generasiya etmişdi. Çox təəccübləndirici gəldi. ChatGPT-ni öyrənməyə başlayanda maraqlı idi, amma tam olaraq necə istifadə edəcəm, harda istifadə edəcəm hissəsində çox beynimdə suallar var idi. Və mütəmadi elə bir hiss gəlirdi içimdə ki, mən bunu yetərli istifadə etmirəm. Tamam. Elə bir hiss var içimdə ki, mən bunu yetərli istifadə etmirəm, yetərli şəkildə işimə tətbiq etmirəm. Bu hiss məncə hamıda bu problem yaranır, hamıda bu sual yaranır. ChatGPT-nin o damarını tutmaq məsələsi deyirlər, ona təxminən 1-2 ay vaxtım getdi. İlk başlarda onsa ChatGPT çıxanda mütəmadi olaraq problemlər verirdi, xətalar yaranırdı, tam aydın işləmirdi. Daha sonra da bu 2 ay buna müddətim vaxtım getdi ki, anlayım ki, mən onu həqiqətən yetərli istifadə edə bilirəmmi? Dəqiqə yoldaşları qəbul edim. Mənə görə ümumiyyətlə süni intellekt alətlərini istifadə etmək üçün öz ekspert olduğumuz sahədə istifadə etmək ən rahatıdır. Yəni süni intellekti öyrənib yeni heç bir bilmədiyim sahəyə giriş etməyi düşünürsünüzsə, bu məncə çox çətin bir istiqamətdir, çətin bir yoldur. Ən yaxşısı bunu öz işlədiyiniz sahədə tətbiq etməkdir. Bunun üçün sadəcə öz cari işimdəki nələr mənim vaxtımı alır, nələri edib bu vaxtı optimallaşdırıb azalda bilərəm. Bu yöndə düşünməliyik. Hamımızın əslində bir ekspertlik sahəsi var. Yəni kimsə düşünürsə ki, mən öz sahəmdə bir ekspertlik sahəm yoxdur və s. yaxud işləmirsə düşünür ki, ekspertlik sahəm yoxdur, var. Hamının bir ekspert olduğu sahə var. Ən bəstindən, yəni iş sahəsini bir kənara qoysaq, əgər mən it saxlayıramsa və mən YouTube-da it saxlamaq haqqında olan videolardan daha artığını bilirəm böyük ehtimalla. Çünki bir neçə ildir it saxlayıramsa, həmin itin xasiyyətini bilirəm, necə davranmalıyam, necə yem verməliyəm, nə vaxt gəzdirməliyəm, neçə dəfə və s. Yəni it saxlamayan birinə nisbətən mənim it saxlama haqqında olan fikirlərim çox-çox daha artıqdır. Bir növ adlandıra bilərik ki, mən həmin sahə üzrə ekspertəm. Yaxud da valideyn olan şəxs uşağı olmayan insanlara nisbətdə uşaq saxlamaq istiqamətində ekspertdir. Çünki yarana biləcək problemləri bilir, xəstəlikləri bilir, uşağın nələri bəyənib, nələri bəyənməyəcəyini, narazılığını və s. haqqında daha ətraflı məlumata sahibdir. Məncə bu qayda bütün istiqamətlər üçün keçərlidir. Yəni süni intellektdə də həmçinin. Yəni bir istiqamətdə bizim məlumatımız yaxşısa, həmin istiqamət yönümlü biz süni intellekt istifadə etməyə çalışmalıyıq. Hansı süni intellekt alətlərindən istifadə edirsiniz yoldaşlar? Zəhmət olmasa paylaşardınız ki, o yönümdə də müzakirəmizi davam etdirək. Gemini, ChatGPT. Bu arada yoldaşlar çox xahiş edirəm ChatGPT xaricində istifadə etdiyiniz alətləri paylaşın. Çünki ChatGPT məncə artıq qrupdakı hamı mütləq istifadə edir.
Leonardo AI var. Gemini istifadəçisi xeyli artıb deyə düşünürəm son vaxtlarda. Grok istifadəçisi var. Grokda əla. Gemini, Grok, Lovable, Gülnar xanım əla. Kling, Midjourney, Freepik. Freepik mən bir növ belə deyək də, Freepiki mən süni intellekt aləti adlandırmazdım da tam olaraq. Süni intellekt platforması desək daha düzgün olar. AI Studio, Wish, əla, Claude, Notebook LM, Suno, Sora. Ekspertlərin hamısı məncə bu gün buradadır. Gemini, Xfield, Flow, əla, əla, əla. Bir şey də soruşmaq istəyirdim. Yoldaşlar, içinizdə vibe codinglə maraqlanan yaxud da qısa təcrübəsi olan olubmu? Burada Lovable paylaşan olmuşdu. Ad yadımdan çıxdı, amma burada görə bilərəm deyə düşünürəm. Gülnar xanım Lovable paylaşmışdı. Gülnar xanım xaricində vibe code, no code vasitələrdən təcrübəsi olan olubmu içinizdə? Yaxud da belə bir təsəvvürünüz olubmu ki, eləyə bilsəydim yaxşı olardı. Özüm kod yaza bilsəydim, nəsə bu istiqamətdə süni intellektlə düzəldə bilsəydim faydalı olardı deyə düşünən olubmu? Süni intellektin çünki bizə verdiyi ən müsbətlərdən biri də əgər belə deyək, kodlaşdırma istiqamətində yaxud da rəqəmsal bir məhsul hazırlamaq istəyirsinizsə, bizə solo production şansı verir. Yəni əvvəllər çox yox, bir il əvvəl hər hansı bir rəqəmsal məhsul istehsal etmək üçün bizim üçün komanda mütləq idi. Dizaynerimiz olmalı idi, front-end developerimiz olmalı idi, back-end developerimiz olmalı idi və böyük ehtimalla bir dənə də senior developerimiz olmalı idi ki, həmin digər developerlərlə birlikdə işləyə bilsin. İndi isə biraz vəziyyət dəyişib, hətta xeyli dəyişib. Süni intellekt bizə imkan verir ki, solo şəkildə bir production eləyə bilək, rəqəmsal hər hansı bir məhsul istiqamətində. Məhsulun dizaynını da özümüz hazırlayaq, məhsulun back-endini də, front-endini də özümüz hazırlaya bilərik. Düzdür, demirəm, bu bəzi çıxış edən yoldaşlar kimi bəsitləşdirmirəm ki, 10 dəqiqənin içində hazırlayırsan. Yox, 10 dəqiqənin içində heç nə etmək olmur bu dünyada. Amma üstünə yetərli qədər enerji xərclədiyimiz zaman, araşdırıb öyrəndiyimiz zaman hər hansı rəqəmsal məhsulu hazırlamaq mümkündür. Tək başına belə bu mümkündür. Bu yaxınlarda dediyim dünən idi. Dünən bir görüşdə iştirak etdim. Newzeonda baş tutmuşdu. Texniki istiqamətdə mühəndis olan adam çıxış eləyirdi və ilk dəfə idi ki, mən görürdüm ki, texniki sahədə olan bir mühəndis süni intellekt vasitəsilə yazılan kodu pisləmir. Adətən texniki mütəxəssislər ümumiyyətlə süni intellekt vasitəsilə hazırlanan məhsullara qarşı biraz belə çox da ciddi yanaşmırlar ki, süni intellektdir, bu müvəqqəti bir hype dövründədir, yazılan kodun keyfiyyəti yoxdur və s. kimi yanaşırlar. Amma dünən gördüm ki, adam açıq-açıq deyir ki, mən özüm də istifadə edirəm və artıq bunu istifadə etməyim mütləqdir. Çünki həmin qısa müddətdə yazdığım kodu özüm yazmağa çalışsam, adam açıq-açıq deyir ki, mən süni intellekt vasitəsilə yazdığım kodu özüm yazmağa çalışsam, buna çox böyük vaxtım gedəcək. Halbuki mən süni intellekt vasitəsilə bu kodu yazıb, daha sonra özüm nəzərdən keçirib review etsəm, qat-qat vaxtıma qənaət etmiş olaram. Tamam, birazdan qəbul edərik qoşulan yoldaşı, çünki xeyli gecikib. Süni intellekt anlayışı haqqında çox üstünə dayanmayacağam bu mövzunun. Çünki belə başlayıram ki, hamımız süni intellekt alətlərini istifadə edir və bu alətlərin arasındakı fərqləri, nəyin necə olduğunu, yəni süni intellektin nə olduğunu hamımız artıq başa düşürük. Sadəcə qısa bir toxunmaq istəyirdim ki, süni intellekt alətləri ilə süni intellekt bizdə hal-hazırda ölkədə süni intellekt deyəndə hamısı nəzərdə tutulur. Süni intellekt ümumiyyətlə biraz marketinq deyəndə necə bütün copywritingdir, dizayndır, hamısı nəzərdə tutulursa, süni intellekt əslində o cürdür. Hamısı ümumilikdə süni intellektdir. Amma bizim istifadə etdiyimiz süni intellekt alətləridir. Bu kodlaşdırma üçün istifadə olunan alətlər də buna daxildir. Həmçinin dizayn istiqamətində şəkil, video hazırlanmasında bunların hamısı alətdir. Biz alətlərdən istifadə edirik. Süni intellekt hazırlayan insan isə artıq onlar süni intellekt mühəndisləridir. Hansı ki
maşın öyrənməsi, yəni machine learning dedikləri və həmçinin paralelində bir neçə üsulları istifadə edərəkdən süni intellekti sıfırdan yaradan insanlardır. Bunu məsələn ChatGPT-ni hazırlayan insanlara bəli, süni intellekt istiqamətində mühəndis demək olar. Amma biz alətləri istifadə ediriksə, bizim o səviyyəyə çatmağımız hətta real deyil deyərdim. Çünki elə bir sahədir ki, biraz işləyiş prinsipini belə hazırlayan insanlar tam dəqiq açıqlaya bilmir. Süni intellektin əsas məsələsi odur ki, bu arada yoldaşlar, sizdən bir xahişim, bəlkə də içinizdə elə düşünən var, hətta bəzən biz də videolarda bu sualı veririk, çünki güncəl mövzudur, hamının istifadə etdiyi mövzudur ki, süni intellekt insanları əvəz edəcəkmi, etməyəcəkmi? Dolayısıyla ümumiyyətlə bu fikri ağlınızdan çıxardın. Yəni bu tamamilə belə deyim də biraz da absurda gedən bir düşüncədir. Süni intellektin günümüzdəki cari süni intellekt alətləri insanı əvəz etmə potensialı demək olar ki, sıfıra bərabərdir. Niyə? Çünki süni intellekt insan kimi düşünmür, insan kimi də yanaşmır. Avtomatlaşdırma haqqında danışacağıq. Bəli, danışacağıq, amma nəzərə alın ki, xahiş edirəm, gözləntiniz adaptiv olsun. Burada 1 saat yarım vaxtımız olacaq. Yəni 1 saat yarım ərzində avtomatlaşdırma qura bilmərik, amma necə işlədiyi haqqında danışacağıq, bəli. Nədən bəhs edirəm? Süni intellekt alətlərinin ümumiyyətlə insanı əvəz etmə məsələsi bizim süni intellekt bizim kimi düşünmür. Bu bir reallıqdır. Günümüzdəki süni intellekt aləti bəlkə də gələcəkdə belə alətlər çıxacaq. İnsanı əvəz edə biləcək qabiliyyətdə, insan kimi tamamilə formalaşacaq qabiliyyətdə. Amma bunu başa düşməyinizi istəyirəm ki, günümüzdəki süni intellekt alətləri insanın davranışından çox-çox uzaqdadır. Çünki bir insan qərar aldıqda onun qərar vermə mexanizmi bəzən rasional ola bilər, bəzən irrasional ola bilər, emosional ola bilər. Bizim zövqlərimiz var. Biz bunlar əsasında və bütün kompleks bizim bu yanaşmalarımız bizim insanlıq gücümüzü ortaya çıxardır. Biz bunun sayəsində insan ola bilirik. Amma süni intellekt alətləri belə deyil. Onlar üçün müəyyən bir alqoritm verilib, müəyyən bir sistematik ardıcıllıq verilib ki, onlar o ardıcıllıq sayəsində fəaliyyət göstərir. Məsələn, süni intellekt hər bir sözü təxmin edir. Ona verilən milyonla, milyardlarla insanların cümlələri üzərində öyrənib və bir sonrakı məntiqi ardıcıllığı düzməyə çalışır bizə cümlə deyəndə. Bu ona məsələn itlə pişiyin fərqini öyrədəndə aralarındakı fərqlər öyrədilmir. Sadəcə ona deyilir ki, milyonlarla, milyardlarla şəkillər yüklənilir. Deyilir ki, bu itdir, digəri isə pişik. O bunu öyrənmək üçün testlərdən keçir, yanılır, yanılır və nəhayətində artıq doğru cavablar verməyə başlayır. O bu şəkildə öyrənir ki, bu şəkil it şəklidir, digər şəkil pişik şəklidir. İnsan kimi yəni baxıb qərar vermir bunlara. Belə, yəni süni intellektdən demək istədiyim odur ki, qorxub çəkinmək filan lazım deyil. Hətta əgər belə olsa, bizim günümüz elə bir dövrə gedir ki, bizim çox da şansımız, seçmə variantımız yoxdur. Biz mütləq şəkildə bunu öyrənməliyik. Çünki gördüyünüz kimi artıq vakansiyalarda getdikcə süni intellekt tələbi artmağa başlayıbdır. HR mütəxəssislər varsa bu arada fikirlərini paylaşa bilər bu arada. Mən həmişə diqqət etməyə çalışıram ki, artıq rəqəmsal istiqamətdə olan vakansiyaların içində süni intellekt tələbi varmı? Demək olar ki, 10 vakansiyanın içindən 5-6-sında süni intellekt alətlərindən istifadə tələbi var. Təsdiqləyə bilərsiniz HR mütəxəssislər. Hə, süni intellektin tarixi haqqında istəmirəm vaxtınızı alım dostlar. Bunu slayd sizə göndəriləcəkdir. Kimlərə maraqlıdırsa tarix istiqamətində bunları oxuya bilərsiniz. Sadəcə buradakı bu 1997-ci ildə Deep Blue-nun Garri Kasparovu udması hadisəsi mənə çox maraqlı gələn məqamlardan biridir. Niyə? Məsələn, indi günümüzdə bunu desələr ki, filan şahmatçını süni intellekt aləti udub, bizim üçün çox da təəccüblü gəlməz. Mən dondu kompüterim deyəsən. Bəli. Kompüter dondu. Açıldı. Əla. Əla.
Bu gün bizə desələr ki, yəni hər hansı bir şahmatçının süni intellekt alətidir, bizə qəribə gəlməyəcək, çünki günümüzdə bu biraz sıradan bir şey olar. Amma 97-ci ildə belə bir xəbər yayılsaydı və biz də həmin dövrdə yaşasaydıq, böyük ehtimalla inqilabi bir şeyin baş verdiyini hiss eləmiş olardıq. Süni intellekt alətlərinin istifadə istiqaməti. Bunu 4 qısa başlıq altında toplamağa çalışmışam və günümüzdə də ümumiyyətlə təlimlərin əksəriyyəti bu 4 istiqamətə bölünür. Bunlardan birincisi yaradıcılıqdır. Şəkil, video, musiqi düzəldilməsi, yəni bunun içində biraz qısaltmış olaraq deyirəm, production videolarının və s. səslərin klonlanması, avatarların hazırlanması, hamısı bu yaradıcılığın altındadır. Həmçinin də platformalar bu şəkildə bölünübdür. 4 istiqamətdə platformalar əsasən bölünübdür. 5-ci bir variant da var. Onu sadəcə burada qeyd etməmişəm, ondan bəhs edəcəm. Yaradıcılıq istiqamətində bu gün danışmayacağam. Bu sadəcə ayrıca qeyd etmişəm. Bu istiqamətdə bizim təlimçimiz Ümid bəy daha ətraflı danışa bilər ki, keçən həftə ya 2 həftə öncə idi. 2 həftə öncə olan vebinarında ətraflı şəkildə danışmışdı. Əgər siz tərəfdən də istək olarsa, yenidən bir vebinar təşkil edərik. Bu gün əsasən danışacağam produktivlik, iş həyatındakı istifadə, vibe coding istiqamətində və avtomatlaşdırma istiqamətində daha çox danışacağam. Yaxşı, süni intellekt alətlərindən yaxşı nəticələri necə əldə edirlər? Məsələn, süni intellektlə müxtəlif insanlar istifadə edir. Məsələn, iş yoldaşımız istifadə edir, mən də istifadə edirəm, amma tutalım ki, eyni şəkildə nəticə vermirsə, bunun səbəbi sizcə nədir? Buyurun, İbrahim bəy, fikrinizi paylaşa bilərsiniz. Aha, doğru prompt verilməsi. Məncə prompt əsasında. Bəli, prompt razıyam. Prompt iki məncə əsas məsələ var. Biri promptdur, ikinci məsələ isə yanaşma. Ümumiyyətlə, təlim hər hansı bir mövzunu öyrənmək üç əsas istiqamət üzərində qurulur. Biri bilikdir, biri bilik, biri bacarıq, digəri isə yanaşmadır. İçimizdəki müəllimlər bunu təsdiqləyə bilər ki, hər hansı bir məlumatı bacarmaq, bilmək, öyrənmək üç istiqamətdən formalaşır. Bəli, razıyam İbrahim bəy. Platformadan qaynaqlanan problemlər ola bilər. Mənim bəhs etmək istədiyim şey biraz platformadan deyil. Məsələn, platformada problem varsa, keçib başqa platformada davam edə bilərik, əgər platformadan qaynaqlanırsa. Amma problem bizdəsə, bizim yanaşmamızdadsa, yaxud da bizim prompt yazma bacarığımızdadsa, biz platformaların ən yaxşısını belə istifadə etsək, nəticəmiz yenə də zəif olacaq. Nəyə görə bəhs elədim bu üç istiqamətdən? Bilik, bacarıq və yanaşmadan. Bilik hamı əldə edə bilər. Biliyi biz ya təlimlərdən öyrənə bilərik, ya kitablardan öyrənə bilərik, YouTube-dakı videolardan öyrənə bilərik, fərdi şəkildə və s. Biliyi öyrənməyin üsulları müxtəlifdir. Müxtəlif şəkildə bunu əldə edə bilərik. Məncə bunun elə ən asan istiqaməti, ən asan əldə oluna biləni bilik hissəsidir. Bacarıq hissəsi. Məsələn, bilik deyəndə nəyi nəzərdə tuturam? Məsələn, mən hər hansı bir şeyi bilirəm. Tutalım ki, buradan metroya qədər olan məsafənin nə qədər olduğunu bilirəm. Mən bir qutunun içindəki əşyaların adlarını saya bilirəm. Bunu bilmək hissəsidir. Amma bu mənə hər hansı bir bacarıq vermir. Mən kəlbətin nə olduğunu bilə bilərəm, mən çəkicin nə olduğunu bilə bilərəm. Bu o demək deyil ki, mən hələm onlarla nəsə edə bilirəm. Bacarıq hissəsi artıq bir şeyi istifadə edərəkdən nəsə bir həll yarada bilməkdir. Nə isə bacarıram. Mən şəkil çəkə bilirəm, mən yazı yaza bilirəm, nə isə bacarıram. Yanaşma məsələsi artıq burada təlimlərdə ötürməyin ən çətinliyi ya da universitetlərin, məktəblərin həmçinin bunlar hamısı daxil ən çətin ötürə bildikləri şey yanaşma məsələsidir. Çünki yanaşmanı qısa müddətdə formalaşdırmaq demək olar ki, mümkün deyil, yaxud da çox çətindir. Elə biz də təlimlərimizdə çalışırıq ki, müəyyən qədər yanaşmanı ötürək. Çünki
Biliyi insanlar daha sonra gedib artıra da biləcəkdir, onun üzərində işləyə biləcəkdir. Amma yanaşmanı formalaşdırmaq zaman alan bir şeydir. Yanaşma əsasən bizə təcrübə əsasında gələn bir şeydir. Məsələn, texniki mütəxəssis ola bilər ki, hər ikisi yaxşı kod bilir, kod bilirlər, əladır. Python bilirlər, JS-də yaza bilirlər, müxtəlif React Native-də yaza bilirlər və s. Amma birinin təcrübəsi 10 ildirsə, digərin ki 5-6 aydırsa, onların yazdığı kod arasında çox böyük fərqlər olacaq. Çünki biri artıq etdiyi təcrübələrdə, etdiyi səhvlərdə müəyyən qədər təcrübə toplayıb və artıq o səhvləri etməyəcək və biləcək ki, yaxud da mən bu cür yazanda bu kimi xətalar ola bilər, ona görə bu şəkildə yazmaq lazımdır. Bu bizim təkcə təlim hissəsində deyil, ümumiyyətlə həyatımızın hər bir hissəsində keçərlidir. Ona görə necə deyirlər ki, yaşlı insanların məsləhətində qulaq asın və s. Çünki orada bir növ biraz təcrübə danışır. Həmfikirsiz, yoldaşlar? Dedik ki, yaxşı nəticələr necə əldə edilir? Dedik ki, cavabı prompt və yanaşma əsasındadır. İstərdim prompt haqqında bəhs edeyim qısaca. Əslində hamımız bilirik ki, bəli, prompt süni intellektə verilən sorğudur. Bunu hansı tərəfə çəksəm daha rahat olar. Belə etsəm daha yaxşı olar deyə düşünürəm. Süni intellektə verilən sorğu və yaxud da suallardır. Nəyə görə burada Avatar filmindən bir şəkil əlavə etmişəm? Mənim düşüncəmdə, təsəvvürümdə bir növ bu filmdəki şeyi xatırlatır prompt yazma qabiliyyəti. Çünki sistemlərin hamısı işləyir kodlar əsasında. Biz ona müəyyən kodlar yazırıq, o kod belə sorğular yazırıq. O bu sorğunu qəbul edir və öz kodlarını işə salaraq kodların çıxartdığı nəticələri bizə qaytarır. Halbuki bizim ona yazdığımız dil, hətta hər kəs də müxtəlif dillərdə yazır. Yazdığımız dil onun işləmə prinsipinə əslində heç də yaxın deyil. Əslində içinizdə texniki əməkdaşlar da var. Yəni kodların içində demək olar ki, söz olmur. Sadəcə qısa başlıqlar olur. 1, 0, rəqəm, mötərizə, vergül və s. bu kimi işarələr olur. Bizi bir növ aramızdakı o bağı yaradan şey elə promptdur. Prompt o qədər belə deyək, ideal olmalıdır ki, sistem onu özünün texniki dilində başa düşə bilsin. Bir növ Avatar filmində xatırlayırsınızsa, yeni gələn insanlar oradakı heyvanları idarə edə bilmirdi. Onlara dil tapa bilmirdi, uyğunlaşa bilmirdi. Müəyyən bir zaman sonra artıq onlarda o quyruqları kimi bir şey var idi. Onlar bir-birinə birləşirdi və müəyyən zamandan sonra oradakı atları idarə edə bilirdilər və s. Bir növ süni intellektdə də bu cürdür. İlk yazdığımız promptlar həmişə uğurlu olmur. Bu normaldır. İlk yazdığımız sorğular həmişə yaxşı nəticə verməyə bilər. Bu da normaldır. Amma biz zaman içində getdikcə bu təcrübəmiz artır və daha yaxşı promptlar yaza bilirik. Sizlə indi mən prompt yazma texnikalarını paylaşacağam. Əsas ən yayılmış texnikalar və ən yaxşı nəticələr verə bilən texnikalar. Amma nəzərə almağınızı istəyirəm ki, müəyyən bir zaman sonra siz hər hansı bir texnika istifadə etməyinizə ehtiyac olmayacaqdır. İnsan o qədər alışır ki, ehtiyac olmur hər hansı bir metod xüsusi olaraq bu metodla yazım, o metodla yazım. Artıq sadəcə bilirsiniz ki, mən nə formada yazsam, necə yazsam daha yaxşı nəticə ala biləcəm. Deməli, burada ekranda bu arada gördüyünüz bu qrafik həqiqətən də süni intellektin real şəkildə işləyiş qrafikidir. Süni intellektlər bu şəkildə işləyir. Biz ona hər hansı bir sözü yazdığımız zaman o bizə o nəticənin cavabını vermək üçün bu qədər sistematik olaraq bir ələkdən keçmiş olur bir növ. Prompt mühəndisliyi bildiyiniz kimi bu doğru promptları yaza bilmə sənətidir. Buna deyilir. Əsas məqsəd alqoritmi dəqiq yönləndirmək üçün istifadə olunur. Birinci prompt yazmaq texnikamız. Rol təyin etmə. Daha peşəkar yanaşma etməsi üçün süni intellektə rol verə bilərik. Bu süni intellektin belə deyək, alətlərinin istifadə edilməyə başlandığı gündən bəri ən çox yayılan üsuldur və ən yaxşı nəticə verən üsullardan biridir. Hər hansı bir mövzuda biz onunla danışırıqsa, tutaq ki, mən hüquq mövzusunda onunla danışırımsa, ona deyə bilərəm ki, sən hüquq sahəsində peşəkar ekspertsən. Ya da daha konkret deyə bilərəm ki, biznes hüququnda ekspertləşmiş professional hüquqşünassan.
Bu kimi yanaşmalar etsək, daha yaxşı nəticələr bizə verəcək. İkinci üsul, addım-addım texnikası. Hər hansı böyük bir prosesi icra eləmək üçün ona biz müxtəlif hissələrə bölüb verməliyik. Məsələn, mən hər hansı bir şirkət üçün əgər marketinq strategiyası hazırlayacamsa, mən ona yazsam ki, mənə marketinq strategiyası hazırla, əlbəttə ki, mənə yaxşı nəticə verməyəcək. Çünki marketinq strategiyası marketoloq olduğum üçün bu haqda danışıram. Daha rahat belə deyim də, ekspert olduğum bir sahə olduğum üçün. Marketinq strategiyası, yəni birmənalı bir şey deyil. O çox böyük araşdırma tələb edən bir şeydir. Müxtəlif yanaşmalar ola bilər və marketinq strategiyasının hansı məqsədlə hazırlandığından asılı olaraq marketinq strategiyası dəyişə bilər. Biz ona birbaşa desək ki, strategiya mənim üçün təyin et, əlbəttə ki, yaxşı nəticə verməyəcək. Amma yox, biz ona desək ki, mən marketinq strategiyası hazırlamaq istəyirəm. İlk addımda soruşa bilərik ki, marketinq strategiyasında hansı başlıqlar olmalıdır? Qoy sizə o başlıqlar versin. Məsələn, 5 başlıq, 10 başlıq deyəcək ki, məsələn, bu başlıqlar olmalıdır. Əgər bizi qane edirsə, deyəcək ki, tamam, davam edək. Birinci başlıq üzərindən davam edə bilərsiniz. Əgər yox, ya verdiyi başlıqlar qane etmirsə, deyə bilərik ki, bu başlığın içində niyə filan mövzu yoxdur? Məsələ rəqib analizi. Gəl bunu da əlavə edək kimisindən. Bir dəqiqə zərətqanı taxım. Belə. Deyəsən. Üçüncü yanaşma, tamamlayıcı suallar. Mənim ən çox sevdiyim üsullardan biridir. Bunu mütləq istifadə etməyi tövsiyə edirəm. Çünki bəzən belə bir şey olur. Biz süni intellektlə danışırıq, amma hansısa məqam haqqında ona yetərli məlumat verməmiş oluruq. Unuduruq, hansısa məqamı qeyd etməyi unutmuş ola bilərik. Promptun yazılmasından sonra ona bildirə bilərsiniz ki, daha yaxşı cavab vermək üçün mənə əlavə suallar verə bilərsən. Bu zaman o sizə digər əlavə suallar verəcək. Hansı suallar ki, zəruridir ki, daha yaxşı nəticə verə bilsin. Dördüncü texnika simulyasiya yaratma texnikasıdır. Süni intellekti müəyyən bir vəziyyəti simulyasiya etməyini istəyə bilərik. Məsələn, orta məktəbdə 7-ci sinifdə siniflərə süni intellekt dərsi keçən yazmışıq. Keçən müəllim ilə müsahibə simulyasiya et. Ola bilər ki, məsələn, HR-larda belə bir şeylər olması məncə çox normaldır da. HR bütün sahələri bilməsi real deyil. Məsələn, texniki bir əməkdaş işə qəbul edəcək, amma həmin sahə ilə bağlı yetərli biliyi olmaya bilər. Bu zaman süni intellektdən biz həmin vəziyyəti simulyasiya etməyini istəyə bilərik ki, bir texniki əməkdaşın işə alımı prosesini simulyasiya etsin. Bu arada sizin yazdıqlarınızı da görmək istəyirəm. Yazan varmı? Nümunəvi cavab texnikası. Bəzən olur ki, burada siz yoldaşlar bu arada reaksiya versəniz çox şad olaram. Əla, əla, əla. Buradasınız, gördüm. Təşəkkür edirəm. Nümunəvi cavab texnikası. Süni intellektdə bəzən olur ki, bir şey yazırıq və davamlı bizim istədiyimiz şeyi vermir. Davamlı çevirib özünün dediyi cavabı fərqli formatda bizə qaytarır. Bu zaman onunla dalaşmaq yerinə edə biləcəyiniz ən yaxşı şey bilirsiniz nədir? Özünüzün ondan istədiyiniz örnək cavabı vermək. Ona örnək cavabı versəniz, desəniz ki, mənə bu formatda, bu formada bir cavab verməyini istəyirəm. O artıq sizin cavabı analiz edəcək və başa düşəcək ki, siz ondan tam olaraq nə istəyirsiniz. Əks-rəy texnikası. Əks-rəy texnikasının ən müsbət cəhəti nədir? Süni intellekt bəzən ümumiyyətlə süni intellektlərin hamısı, bütün süni intellekt platformaları, LLM modelləri belə deyək, LLM modelləri insanla həmişə uyum içində olacaq formatda proqramlaşdırılıbdır. Biz onlara fikir vermişsiniz, hətta nə desək bizi tərifləməyə başlayır. Bərbad bir ideya desək ki, mən iPhone-lar üçün quyruğu olan kabralar istehsal etmək istəyirəm. O deməyəcək ki, bu bərbad ideyadır, bunu heç kimə sata bilməzsən. İnsanların kabrosu olan iPhone kabrosuna ehtiyac yoxdur. Quyruğu olan iPhone kabrosu nəyə lazımdır? Bunu deməyəcək, o başlayacaq bizi tərifləməyə. Çox əla ideyadır, çox unikaldır, insanlar buna maraq göstərəcək və s.
Amma siz onun verdiyi cavaba desəniz ki, öz yazdığın cavabı tənqid et, bura nələri əlavə edərdin, buradakı müsbət və mənfiləri ayır. Bu zaman o başlayacaq öz cavabındakı mənfiləri axtarmağa. Yoxlayan olub bu yanaşmanı, öz verdiyi cavabı heç tənqid etməsini istəmisiniz? Bəli, bəzən səhv məlumat verir Elcan bəy. İstəyirsinizsə bu haqda da danışa bilərik. Səhv cavab verməsinin səbəbi hallyusinasiyalardır. Süni intellekt alətlərinin LM modellərində bu fakt var. Bunun birinci səbəbi olur. Ola bilər ki, bizim istədiyimiz mövzu haqqında onun yetərli məlumatı yoxdur. Yaxud da verilən məlumatlar həmin mövzuda təmiz datalar deyil, yanlış məlumatlardır. Hətta Çin səddi ilə bağlı da ondan sual verdikdə bir neçə məlumat çıxarır. Həqiqətən də girib Google-da baxsanız, Çin səddinin uzunluğu haqqında internetdə fərqli qeydlər var. Ona görə də o internetdən tapır və müxtəlif cavablar verə bilir. Suallarınız varsa yoldaşlar aşağıda deyəndə aşağıdırmı bilmirəm. Sağ tərəfinizə düşür yəqin ikisində. Suallarınız varsa yaza bilərsiniz. Onun üzərindən müzakirəyə davam edək. Amma olsun. Daha sərfəlidir, çünki daha düzgün yönləndirir. Bəli, razıyam. Biraz acı dil olduğu zaman, daha realistik olduğu zaman bəzən bizə xoş gəlməyə bilər, amma daha produktiv olmağımıza səbəb olur. Ən böyük strukturlu versiya isə ACDQ strukturlu prompt yazma texnikasıdır. Buna birincisi rol təyin etmək daxildir. Rol təyin edirik, daha sonra konteksti izah edirik, mövzu haqqında lazımi məlumatları ona təqdim edirik. Deep Think dərin təhlil belə deyim, artıq tələb etməyimizə bəzən ehtiyac qalmır. Çünki rejim olaraq dərin təhlil rejimi filan var. Özü avtomatik keçə bilir. Həmçinin də sual. Sizdən əlavə suallar verməyini mütləq istəyin. Çünki olur ki, biz mövzunu unuduruq. Məsələn, ona hər hansı tapşırıq veririk, amma verməli olduğu cavabın hansı formatda olduğunu qeyd etmirik. Cədvəlmi olsun, kod olaraqmı versin, TXT olaraqmı versin, PDF olaraqmı versin, hansı formatda istədiyimizi qeyd etmədiyimiz zaman onun verdiyi cavab bizə uyğun olmur. Yaxud da məsələn bir SMS göndərəcəksə, ondan bir mətn istəyir, amma SMS-də cəmi 160 simvol olmalı olduğunu qeyd etməsək, aydın məsələdir ki, o bizə uzun cavab verəcək. Süni intellekt səhv istinadlar verir. Dediyim kimi bu hallyusinasiya ilə bağlıdır. Hallyusinasiya deyirlər buna. Bunun səbəbi ya süni intellektin yetərli məlumatı yoxdur həmin mövzu haqqında, yaxud da ona verilən məlumatlar yanlış məlumatlarla öyrədilibdir həmin mövzu haqqında. Bundan qaynaqlana bilir. Şəkil atıram. Mən şəkil atıram. Şəxsi məlumatlar olan şəkildir. Bəzən onu sözbəsöz yazır. Bəzən yazmır. Eyni prompt verirəm amma. Problem nədədir? Əslində, əgər bir dəfə yazırsa, təkrarında da eyni şəkildə yaza bilməlidir. Promptu da eyni verirsinizsə, ola bilər şəkildəki yazının çoxluğundan, azlığından, yazılan məlumatın dəqiq oxunmağından qaynaqlana bilər. Maraqlıdır, sizi necə tanıyır? Belə deyim, yoldaşlar, yanaşma ilə bağlı bir şeydir bu arada yenə də. Əgər süni intellektlə produktiv şəkildə işləmək istəyirsinizsə, birinci növbədə o sizi çox yaxşı tanımalıdır. O sizi yaxşı tanımırsa, əmin olun ki, verdiyi cavablar da çox yaxşı olmayacaqdır. Daha doğrusu yaxşı olsa belə sizə uyğun olmayacaqdır. Yəni sizin buna vaxtınız yoxdursa ətraflı şəkildə özünüz haqqında yazmağa, sadəcə bir dənə səsli mesaj aça bilərsiniz. Səsli şəkildə ona deyə bilərsiniz. Səsli danışıq rejimi yox, səsli mesaj göndərmə bölməsi ChatGPT-də var məsələn. Ətraflı şəkildə danışın. Kimsiz, nə iş görürsüz, nələrdir planlarınız, nə üçün nəyi araşdırırsınız, gələcəkdə bunu necə istifadə etmək istəyirsiniz? Bu kimi ətraflı şəkildə ona məlumat versəniz, o artıq verdiyi cavabları bir növ sizə uyğunlaşdırmış olacaqdır. Sizin məqsədlərinizə və sizin digər ona qeyd etdiyiniz məlumatlara əsaslandırmış olacaq. Yanvarda başlayacaq öyrədici süni intellekt təliminin marketinq hissəsində olacaqsınız. Belə deyək, bizdə təlimlərdə generativ istiqamətdə mən iştirak etmirəm. Generativ süni intellekt istiqamətində Ümid bəy dərs keçir.
İş həyatında süni intellekt, marketinqdə süni intellekt, vibe coding və sairə kimi təlimlərdə isə mən iştirak edirəm. Həmçində bir neçə yeni təlimçimiz olması planlanır yaxın gələcəkdə, amma bu biraz daha çox texniki istiqamətdə olacaq. Ən yaxşı süni intellekt hansıdır sualını mən sizə verəcəm. Bir sonraki slayda keçid eləyəndə. Hələ də qoşulman yoldaşlar var. Ayrılıb yenidənmi qoşulurlar yoxsa? Qayıdım slaydımıza. Hə, biraz çox danışdım. Dostlar, gəlin keçid eləyim. Elə sizin bayaq yazdığınız sual. Ən yaxşı süni intellekt aləti hansıdır? Bu LLM-lərdən bəhs eləyirəm, yəni böyük dil modellərindən. Sizcə ən yaxşısı hansıdır? İkinci. Bu arada loqolardan tanımırsınızsa mən loqoları qeyd edeyim. Bu ChatGPT-dir, bu Gemini-nin loqosudur, bu Claude-un loqosudur, bu Copilot-dır. Bir sonraki isə DeepSeek olmalıdır. Bəli, digəri isə DeepSeek-dir. ChatGPT yaxşıdır deyirsiniz. Aha, Gemini. Yaxşı, zəhmət olmasa əsaslandıra bilərsinizmi? Nəyə görə məsələn ChatGPT, nəyə görə Gemini? Claude deyən yoxdur aranızda. Məsələn, mən deyərdim ki, Claude çox yaxşıdır. Demək, ən yaxşı deyə bilmərəm, amma çox yaxşıdır. Gemini 3-dən sonra fikrim hər an dəyişə bilər. Gemini ümumiyyətlə son 1 ilə qədər Gemini demək olar ki, adı deyilirdi də istifadə edən yox idi. Heç kim istifadə etmirdi. Amma son 3 ayın içində çox yaxşı gündəmə gələ bildilər. Hətta bu yaxınlarda paylaşım edilmişdi. Aralarında cəmi 1 milyard yoxdur, 1 milyon filan fərq var istifadəçi arasında. Milyard çox böyük oldu biraz. Əsaslandırmaq istəyən varmı? Ya da fikrini paylaşmaq istəyən, mən danışmaq istəyirəm deyən varmı aranızda? Yoxdursa mən davam edəcəm. Tamam. Hı -hı. Elman bəy, belə deyim, əslində onlara verdiyimiz tapşırıqdan asılıdır. Bəzi tapşırıqlar, mən onların içində hansı daha yaxşıdır sualına gəlsək, deyərdim ki, top 3-də ChatGPT, Gemini və Claude-dur. Amma bəzi tapşırıqlar ChatGPT etmək daha yaxşıdır, bəzilərini Claude-da etmək daha yaxşıdır. Məsələn, mən əgər kod yazdıracamsa, mütləq şəkildə birinci növbədə Claude-a baxaram. Claude çünki kod sayəsində çox yaxşıdır. Ən azından belə deyim, onun yazdığı kodlarda artıq sətr olma ehtimalı çox aşağıdır. Digərləri də kod yazmaqda pis deyildi. Artıq hamısı inkişaf edib, amma kod deyəndə Claude-da düşən bir şeydir, belə deyim. Bir kompleks mövzunu işləyəcəmsə, çox geniş bir mövzudursa, ChatGPT-yi tutaram. Çünki ChatGPT geniş mövzunu işləmək üçün çox rahat bir strukturlaşdırılmış bizə format verir. Papkalara ayıra bilirik, bir növ proyektlərə bölə bilirik, proyektlər içində fayllar əlavə edib, həmin fayllar əsasında proyektlə işləyə bilirik. Amma araşdırma edəcəmsə, məsələn, araşdırmanı Gemini-də edərəm, çünki araşdırma hissəsində Gemini daha yaxşıdır. Yaxud da mənim ondan istədiyim mövzu internetdə çox yayılmış bir mövzudursa, həmin mövzu əsasında bir iş görürəmsə, yenə Gemini istifadə edirəm. Çünki Gemini Google-un olduğuna görə bir növ internetdəki bütün məlumatlara çıxışı ChatGPT-dən qat-qat daha yaxşıdır və daha sürətlidir. Belə bir sualı cavablamağınızı istəyərəm. Hansı proses üçün süni intellekt alətləri istifadə etmək istəyərdiniz? Bu arada süni intellekt alətləri deyəndə təkcə şəkil, mətn düzəltməsindən bəhs etmirəm. Daha yuxarıda qeyd etmişdik ki, əsas 4 istiqamət vardı, hansı ki, şəkil, video, musiqi, produktivlik, günlük həyatında istifadə
kodlaşdırma var idi və avtomatlaşdırma var idi. Hansı prosesinizi süni intellektlə optimallaşdırmaq istəyərdiniz? Xahiş edirəm, zəhmət olmasa qeyd eləyəsiniz. Daha çox video və kodlaşdırma. Fatma xanım, video və kodlaşdırma nəyə görə qeyd etdiniz? Çünki biraz çox fərqli istiqamətlər deyil bunlar. Yoxsa kodu hazırlayıb hər hansı platforma düzəldəcəksiniz, kodla sonra da platformanın tanıtımı üçün video mu hazırlamaq istəyirsiniz? Leyla xanım, iş həyatında deyəndə nəyi nəzərdə tutursunuz? Məsələn, işdəki hansı proses? E-mail yazmaqmı? Hər hansı bir, məsələn, sosial media prosesini avtomatlaşdırmaqmı? Yoxsa hüquq barədə məsləhətlər mi almaq? Yaradıcılıq, animasiya yaratmaq üçün avtomatlaşdırma. Avtomatlaşdırma deyəndə Tural bəy, sosial media kanallarından daha çox bəhs edirsiniz, yoxsa bu arada bilirəm ilk hissələr biraz sıxıcı ola bilər, ilk bir saatımız. Birazdan keçəcəyik Lovable platformasına və özümüz sizin yazdığınız ideyaların içindən seçib, ideyalardan birini elə proses zamanı reallaşdıracağıq. Və həmçinin də Gemini-də hazırlanan bir neçə həlli sizə göstərəcəm. Əla, əla, gözəl. Developerdir. Fatimə xanım həmçinin də paralelində videolar maraqlanır. İdarəetmədə operativ həll yolları əldə etmək üçün. Maraqlıdır, gözəl. Vüsal bəy, sizin dediyiniz istiqamət idarəetmədə operativ həll yolları əldə etməsi üçün bilmirəm, indi hal-hazırda istifadənizdə çox yaxşı nəticələr alırsınız, yəni nəticələr sizə qənaətbəxşdir, yoxsa sizin üçün yoxsa yox, amma sizin məsələ qeyd etdiyiniz кейsdə çox önəmli məqam odur ki, sizi yaxşı tanısın, sizin işinizi çox yaxşı bilsin, nə işlə məşğulsunuz, ehtiyaclarınız, problemləriniz və bariyerlərinizi yaxşı bilsin. Və həmçinin bunları bildikdən sonra da siz hər hansı bir bot yaratsanız, ChatGPT daxilində GPT botu yaratsanız belə, o bot sizin üçün çox yaxşı cavablar verə biləcək. Yəni siz ona belə deyək, özünüzü tam tanıdırsınız, haqqınızda yetərli məlumat olur işiniz haqqında və daha sonra ona literatur verirsiniz, idarəçiliklə bağlı ən yaxşı həll yolları, ən yaxşı idarəçilik keysləri və s. Bu keysləri ona verdikdən sonra verdiyiniz hər hansı bir filan şeyi necə edək cavabını sizə həmin keyslər əsasında sizin işinizə adaptasiya edilmiş versiyada verəcək. İş yükünü azaltmaq üçün şəkil genəlsəsi, rənglər, hintlər, vizuallar haqqında ümumi məsləhət, inspiration üçün. Solo proyekt yaratmaq istəyən, sıfırdan hər hansı məhsul yaratmaq istəyərdim və ağlımda bir ideya var, amma necə yaradacağımı bilmirəm. Düşüncəsində olan varmı aranızda? Burada qısaca qeyd etmişəm hansı süni intellekt alətinin əsas güclü olduğu istiqamət hansıdır. Əslində deyərdim ki, hamısı o qədər inkişaf edib ki, yəni bir tapşırıqla bunu hiss etmək demək olar ki, mümkün deyil. Heç olmasa bir neçə gün birindən, bir neçə gün digərindən istifadə etmək lazımdır ki, ümumi bir cavab verə bilək. Amma çox məsləhətdir ChatGPT-ni də istifadə etmək, Gemini-yi da, Claude-u da. Copilot hal-hazırda o qədər də güclü deyil, amma yaxın müddətdə yəqin ki, onlarda da bir yenilik olacaq. Perplexity araşdırma üçün çox yaxşıdır. Qwen Çindəki süni intellektin inkişafını, nəbzini bilmək üçün Qweni də istifadə etməyi tövsiyə edirəm. Çünki Çinin əsas süni intellekt aləti Qwendir. Belə deyim, ChatGPT bot yaratmısınız. Ümumiyyətlə şəkil, video məsələsində çox da belə deyim, bir şey paylaşmaq istəmirəm. Bugünkü mövzumuz deyil çünki. Amma video və foto düzəltmək üçün çox müxtəlif platformalar da var da. Yəni bunun üçün ChatGPT ilə məncə kifayətlənməmək lazımdır.
VO modellərini yoxlaya bilərsiniz. Çox yaxşı nəticələr verir. Nano banana yoxlaya bilərsiniz şəkillər üçün və s. Müxtəlif alternativlərə baxsanız daha yaxşı nəticələr əldə edəcəyinizi düşünürəm. Bu arada bir sual demişdim. Sualla bağlı cavab varmı? Sual ondan ibarət idi ki, aranızda öz rəqəmsal məhsulumu hazırlamaq istəyərdim. İdeyam da var, amma necə edəcəyimi bilmirəm. Varmı aranızda elə insanlar? Bu arada dostlar, mənim var, dizayn tamamlayarım artıq. Əla Turab bəy, möhtəşəm, çox gözəl. Hələ öyrənmə mərhələsindəsiz. Gözəl. Nəyə görə bunu soruşuram? Niyə bunu soruşuram? Ümumiyyətlə, süni intellekt dairəsini öyrənmək üçün insan üçün motiv olduğu zaman qat-qat daha rahat olur. Çünki ağlınızda məsələn bir ideya var, bu ideyanın dizaynını hazırlamalısınızsa, süni intellekt dairəsini öyrənmək daha rahat olur. Ümumiyyətlə, digər mövzularda da belədir. Bir motivasiya səbəbimiz varsa, daha rahat öyrənə bilirik. Əgər sadəcə öyrənmək xatirinə öyrənirəmsə, ya da gələcəkdə nə vaxt istifadə edəcəm deyə öyrənirəmsə, öyrənmə sürətim daha aşağı olur. Bonus faydalı fayllar bu arada yoldaşlar sizinlə paylaşmağa söz vermişdim. Cofilm AI. Bəzən olur ki, YouTube-dan, Instagram-dan və s. kimi videoların bizə transkripti lazım olur. Cofilm AI-yı bunun üçün istifadə edə bilərsiniz. Düzdür, platforma ödənişlidir, amma ödənişsiz xeyli limit verir və abunəliyi yenilənmədiyiniz zaman sizdə hər ayın axırında gəlir ki, sizin üçün yenə əlavə ödənişsiz kredit vermişik. Buna görə istifadə etməyinizi tövsiyə edirəm. Napkin AI məlumatları vizuallaşdırmaq üçün çox yaxşı nəticələr verir. Hər hansı qısa mətni yazsanız, o həmin mətnin əsasında bir balaca qrafik düzəldib verə bilər sizə. Gamma App-i məncə çoxunuz eşitmisiniz. Gamma App təqdimat hazırlamaq üçün çox yaxşı alətdir. Bu arada ikinci bir alət də tövsiyə edə bilərəm ki, kimi yazsanız Google-da çıxacaq. Kimini də istifadə edə bilərsiniz. Təqdimat hissəsində çox yaxşı nəticələr verir. Kakadu video transkript üçün çox yaxşıdır. Bunu da istifadə edə bilərsiniz. Google AI Studio, Google ümumiyyətlə bütün proyektlərini tövsiyə edirəm istifadə etməyi. Ümumiyyətlə Google süni intellekt barəsində izləməyinizi tövsiyə edirəm. Çünki Google bir ekosistem yaradıb. O ekosistemin daxilində müxtəlif həllər var və çox sürətli şəkildə yeniləyirlər. Demək olar ki, hər həftə yeni bir alət çıxarırlar. Google-un artıq şəkil düzəltmə platforması var, video düzəltmə platforması var, avtomatlaşdırma istiqamətində platforması var, vibe coding üçün, no code üçün CLI, GLA kimi həlləri var. Ayrıca bir proqram çıxardıblar bunun üçün. Sonra Google-da nələr var? Video transkript var. Gemini desək, zaten Gemini-in içində 6-7 dənə həll var. Gemini bölməsidir. Dəhşətli sayda, yəni belə deyim, çox möhtəşəm, çox böyük bir şəkildə bu yolda addımlayırlar. Bu səbəbdən Google şirkətini ümumiyyətlə bütün məhsullarını izləməyinizi tövsiyə edirəm. Google haqqında bir dənə insight bir məlumat vermək istəyərdim. Google-un Google Lab eşitmisinizmi bilmirəm. Google Lab-də Google AI Studio da o hissəyə daxildir. Google Lab-də. Google AI Studio bir növ hər kəsə açılmamış, daha çox developerlər üçün, proqramistlər üçün nəzərdə tutulmuş bir platformadır. Orada onların məhsullarının beta versiyaları təqdim olunur. Amma beta versiyalar olmalarına baxmayaraq çox yaxşı işləyirlər və həmçinin də orada girib ödənişli şəkildə müəyyən məhsulları istifadə edə bilirsiniz. Google Lab düzdür, Azərbaycanda işləmir, Azərbaycan üçün bağlıdır. Bunu daha çox Amerikadakı yaşayan insanlar üçün nəzərdə tutulub deyə düşünürəm, yaxud da Avropadakılar üçün. Amma balaca bir life hack deyim sizə. Google Lab-dəki məhsullar çox maraqlıdır. Test eləyəndə filan insan çox belə deyim, həyəcanlandırır. İstifadə etmək üçün sadəcə VPN istifadə edə bilərsiniz. VPN-lə Amerikaya VPN qoşula bilərsiniz və sizə ola bilər ki, birbaşa qəbul etməsin. Bunun üçün Amerikada açılmış bir Google hesabına ehtiyacınız ola bilər. Bunun üçün də müxtəlif saytlar var, plati.ru və s. kimi saytlar var ki, girib həmin saytda 2-3 manata Amerikada açılmış bir Google hesabı ala bilərsiniz. Həmin Google hesablarını alıb müxtəlif növ belə testlər üçün istifadə edə bilərsiniz bu arada. Sualınız varmı? Suallar varsa buyurun paylaşın. İstəyirsinizsə bu arada saydığım platformaların adlarını, hansı ki bu siyahıda yox idi, istəsəniz qrupa yaza bilərəm. Səsim gəlir.
Aha, gəlir. Slaydımızda burada 2 dənə QR əlavə etmişəm. Kimlərə maraqlıdırsa QR-ları skan edə bilər. Bəli, PDF olacaq. Burada Anthropic'in prompt kitabxanasını paylaşmışam QR vasitəsilə. Digəri isə OpenAI-ın prompt kitabxanasıdır. Oradan girib promptları kopyalayın, istifadə edin demirəm, amma ən azından şirkətlər özləri bu prompt kitabxanasını verirsə, bu promptlar onların məhsulu ilə işləmək üçün ən ideal promptlardır. Onları götürüb bir neçəsini Azərbaycan ilə tərcümə edib, öz promptlarınızla qarşılaşdırıb baxa bilərsiniz ki, sizin promptlarınızda hansı çatışmayan məqamlar var, nələri yaxşılaşdıra bilərsiniz, yaxud da onların promptlarını tərcümə edib istifadə edə bilərsiniz. İstəyərdim ki, bir neçə həlləri sizlə göstərim. Bu arada Kimi'dən bəhs etmişdim sizə. Məsələn, Kimi bu saytdır. Gəlin elə sizlə birlikdə bir dənə slayd Kimi'də hazırlayaq. Hazırlasın. Bu əsnada da biz keçib başqa bir iş görərik. Hansı mövzuda slayd hazırlayaq? Təkliflərinizi xahiş edirəm yazın. Sizin təkliflərinizin əsasında slayd hazırlayaq. Gəlin mən də yazım bura. Slayd hansı mövzuda olsun? Təklifiniz varmı? Gəlin iş həyatında süni intellekt istifadəsi ilə bağlı slayd hazırla. Alətləri. Mövzu hamıya uyğundurmu? Bu arada burada əlavə fayllar filan əlavə edə bilərik. Mən hansı bir fayl əlavə etməyəcəm. Birbaşa slayd hazırlamasını istəyəcəm. Məndən yenidən giriş istəyir. Yenidən giriş edim. Tamam. Kimi slaydımızı hazırlasın. Gördüyünüz kimi burada qaynaqlar axtarır. Bu qaynaqlardan götürüb bizə slayd hazırlayacaq. Həmçində özü tərcümə edəcək. Biz isə keçək hər hansı başqa bir platformada Lovable-a baxaqmı? Nə düşünürsünüz? Bu arada kimlər danışmışdım ki, solo məhsul öz məhsulunu hazırlamaq istəyirsə, baxın müxtəlif həllər bunun üçün mövcuddur. Müxtəlif platformalarda kod yazdırmaq olur. Bunun üçün Bolt var. Birbaşa ChatGPT-nin özünə yazdıra bilərsiniz. ChatGPT-nin kodeksi var. Kodeksdə istifadə edə bilərsiniz. Müxtəlif platformalar var. Düzdür, mənə daha rahat kursor gəlir. Kursordan istifadə edirəm, amma sizin üçün hansı daha rahatsa istifadə edə bilərsiniz. Mənə görə kursor nəinki rahat, kursor hal-hazırda işlərində ən kompleks həll verən platformadır. Həm hər hansı bir kodumuzu deploy etmək istədiyiniz zaman və s. kimi bölmələrdə istifadə edə bilirik. Məsələn, kursorla keçən həftələrdə hazırladığım Genium saytını sizə göstərə bilərəm. Baxın, saytımızın 2 rejimi var. Gecə, gündüz rejiminə keçə bilirsiniz. Burada leadləri toplamaq mümkündür. Məsələn, ad soyad yaza bilərəm. Birbaşa nömrəmi yazdığım zaman və mövzu seçim etdiyim zaman şərtləri də qəbul edə bilirəm. Şərtləri də qəbul etdiyim zaman sorğu göndərə bilirəm. Bu kimi saytları kod vasitəsilə, vibe codinglə, süni intellekt vasitəsilə hazırlamaq mümkündür. Burada məlumatlar yer alır. Məlumatların hər birinə daxil olub ətraflı şəkildə baxmaq mümkündür. Saytın içində bloklar və s. linklərimiz. Bu arada bu animasiyaları reallıqda hər hansı bir developer hazırlamağa çalışsa çox vaxt alan bir prosesdir, belə deyim. Amma süni intellekt vasitəsilə daha rahat bu animasiyaları hazırlamaq mümkündür. Hətta dizayna fikir versəniz, burada bu glass effekti var. Son dövrlərdə məşhur olan, test etmək üçün o effektdən istifadə etmişdim ki, baxım yetərli şəkildə düzəldə biləcəyimi. Formu doldurduğumuz zaman birbaşa buradakı məlumatı yönləndirir Google Sheets-ə. Google Sheets-dən də daha sonra görə bilirik.
Yəni vibe coding vasitəsilə bu kimi həllər etmək mümkündür. Əslində bu o həllərin ən kiçiklərindəndir, belə deyək. Buradasınız, yoldaşlar, səsim gəlir. Əla, səsim gəlir. Fikirlərinizi niyə paylaşmırsınız? Hansı hissəni daha çox göstərim, yoxsa göstərməyim? Kimi slaydı necə hazırlayır? Necə deyəndə nəyi nəzərdə tutursunuz? Yəni prompt əsasında hazırlayır. Prompt əsasında özü araşdırır və özü hazırlayır. Mənim ekranım yenə dondu. İşləyir. Hə, baxaq kimi bizim slaydımızı nə yerdə saxladı. Hazırlamadı. Upgrade istəyir məndən. Deyəsən artıq limitimi qurtarmışam. Hı? Hə, mən limitimi istifadə etmişəm. Test üçün birini düzəltmişdim. Artıq limit dolub. Eyni sorğu əsasında bu arada hazırlamışdım. İş həyatında süni intellekt haqqında. Daha sonra sizlə paylaşmaq üçün, yəni göstərmək üçün ki, belə bir şey hazırlamaq mümkündür. Gördüyünüz kimi elementləri çox möhtəşəm şəkildə istifadə edib. Baxın, hamısına infoqrafika əlavə edib, cümlələri əlavə edib. Azərbaycan dilində demək olar ki, səhvlər yoxdur. Bloklar əlavə edib, bunları sistemləşdirib və neçəsə 12 səhvəlik bir slayd hazırlayıb. Yetəri qədər uzundur, vizuallaşdırıb hamısını. Həmçinin də biz bunu müxtəlif formatlarda yükləyə bilərik. PowerPoint formatını yükləyib daha sonra üstündə düzəlişlər də edə bilərik əgər istəyiriksə. Bəli, bəli, slaytı editləmək olur. Elə PDF PTTX formatında, yəni Google Slide formatında verdiyinə görə bizə biz onu yükləyib daha sonra rahatlıqla düzəlişlərini edə bilirik. Bu arada danışdıq ki, vibe coding vasitəsilə müxtəlif alətlər düzəltmək mümkündür. Bu alətlərin düzəldilməsi üçün belə bir məqam var ki, süni intellektlər dizayn barəsində biraz çox monoton yanaşır. Süni intellekt vasitəsilə düzəldilən dizaynlar bir-birinə çox oxşuyur. Bu oxşarlıqdan qaçmaq üçün müxtəlif saytlar var. Məsələn, 21st Dev saytından istifadə edirəm mən mütəmadi olaraq. Əgər düzəltmək istəsəniz, sizə də faydalanmağınızı tövsiyə edirəm. Bu saytda müxtəlif belə deyək, ikonlar, headerlar və s. kimi bölmələr, hər bir bölməni ayrı-ayrı burada verir. İstədiyimiz bölməni seçə bilərik, düymələri seçə bilərik. Məsələn, text bölməsi necə olsun, video bölməsi necə olsun, widgetlər, kartlar və s. necə olsun, buradan seçə bilərik. Seçdik, məsələn, bəyəndik ki, bunu istifadə etmək istəyiriksə də, buradan gəlib, daha sonra bunun kodunu götürüb süni intellektə verə bilərik ki, promptunu götürə bilərik, yaxud da kodunu götürüb süni intellektə verə bilərik ki, bu formatda hazırlasın. Burada çox komponentlər var, xeyli komponent var saytda, istifadə etmənizi tövsiyə edirəm. Təkcə call to action bölməsində, məsələn, bir neçə növ call to action düyməsi var ki, istifadə edə bilərsiniz burada. Burada promptunu verir, həmçində kodunu götürüb birbaşa süni intellekt alətinə verə bilirik.
Daha sonra istəyirsinizsə gəlin Lovable platformasından tanış olaq. Lovable burdadır. Gəlin sizlə birlikdə süni intellekt aləti ilə hər hansı bir həll hazırlayaq. Lovable-da. Bu arada test eləmək istəyirəm Azərbaycan dilində necə bizə nəticə verir. Adətən çünki Azərbaycan dilində istifadə etmirəm. Buna keçmədən əvvəl istəyərdim ki, sizlə Gemini-də hazırladığımız örnək bir neçə həllə baxaq. Məsələn, ekran görünür yoldaşlar, hər hansı bir problem çətinlik yoxdur ki. Aha. Deməli, bu stiker generatorudur. Biz adətən kontent hazırlayanda birazca vaxtımız çox gedirdi kontentin hazırlanmasına və s. Və qərar verdik ki, belə bir stiker generatoru hazırlayaq. Burada hər hansı mövzunu yazdığımız zaman daha sonra aşağıdakı stilistikaları ona tanıtmışıq. Bu stilistikaları seçərəkdən ona uyğun stiker generasiya edə bilərik. Məsələn, hər hansı bir süni intellekt yazaq. Hətta qarşısına yazaq iş həyatında süni intellekt. Stikerlər hazırlandı. Gördüyünüz kimi buradadırlar. Tam görünür. Yaxınlaşdırım. Yükləyə bilərik. Və bu təkcə stilistikanın biridir. Məsələn, stilistikanı dəyişdiyimiz zaman, məsələn, pop art stilinə keçdiyim zaman başqa bir stildə stiker hazırlayacaq. Burada gördüyünüz kimi artıq başqa bir stilistika seçib, başqa bir stilistikada stikerlər hazırlayıb və buradan onları yükləyib birbaşa istifadə edə bilərik. Belə. Burada hətta məndə Gemini-da karusel zavod da düzəltmişdim. Karusel zavod nə mənada deyirəm? Karuselləri düzəltmək üçün avtomatlaşdırılmış bir həll idi. Burada məsələ hansı funksiyalar var? Funksiyalarla sizə tanış edim. Karuseli seçə bilərəm. Karusel mi olsun, yoxsa post ölçüsü, story ölçüsündə mi olsun? Karuseldə neçə dənə şəkil olacaq, slayd olacaq, onu seçə bilərəm. Hansı şriftdən istifadə olunsun, onu seçə bilərəm. Məsələn, Inter oldu. Arxa fona hansısa şəkil istəyirəmsə, şəkil əlavə edə bilərəm. Məsələn, gəlin kompüterimizdən bir arxa fonlar, bir fon seçək. Fonu seçdim və arxa fonu uyğunlaşdırdı, həmin yerə yerləşdirdi. Daha sonra bura stikerlər əlavə edə bilərəm. Yazı ölçüsünü dəyişə bilərəm. 1, 3 və s. Stikerlərin böyüklüyünü dəyişə bilərəm. Smayliklər əlavə edə bilərəm və slaydımıza yazı yaza bilərəm. Və burada format necə işləyir? Mən əgər birincini seçsəm və burada yazsam ki, iş həyatı da süni intellekt. Gördüyünüz kimi həmin yazı bura düşür və bayaq düzəltdiyim stikerlərdən bura əlavə edə bilərəm. Gəlin bura stiker əlavə edək. Deməli. Bayaq düzəltdiyim stikerlər buradadır. Stikerlərdən də birini əlavə edək.
Gördüğünüz kimi stikeri bura yerləşdirdi. İstəsəm bu stikerin ölçüsünü dəyişə bilərəm. Stiker daha böyük olsun, daha kiçik olsun. Yazının ölçüsünü dəyişə bilərəm. Yazı daha böyük olsun. Bayaq gördüyünüz kimi yazı kiçik idi, indi daha böyükdür. Bu formatda istədiyim kimi dəyişikliklər edə bilərəm. Buradakı cari funksiyonallığı artırıb azalda da bilərəm. Burada öz Instagramınızın adını yaza bilərsiniz. Məsələn, genium.ha və artıq yazdığınız yazı şəklin üzərinə axırıncı karuselin üzərində burada əlavə olunacaq. Buradasınız, eşidirsiniz. Bu kimi həllər etmək mümkündür. İndi istəyərdim maliyyə ilə bağlı bir bəy bayaq soruşmuşdu ki, nəsə etmək mümkündür. İntellektlə maliyyə haqqında nə istifadə edə bilərik. Gəlin Lovable-dan maliyyə ilə bağlı bir həll istəyək kodu prompt vasitəsilə. Zəhmət olmasa bəy buradasınızsa bizə bildirə bilərsinizmi ki, maliyyə mövzusunda hər hansı bir lazım olan tapşırıq necə olur? Biz həmin tapşırığı ondan istəyərdik. Bu arada mən cədvəl hazırlamaq üçün adətən koddan istifadə edirəm. Qəbul edək, qoşulmaq istəyən var. Qəbul et. Bəy deyəsən burada deyil. O zaman burada olanlar hər hansı bir mövzuda deyə bilər. Elə danışdığımız yerdə sizlə birlikdə bir həll hazırlayaq. Yaxşı. Əgər heç kim fikrini paylaşmaq istəmirsə, gəlin mən özüm bir ideya əsasında hazırlayım. Terminal istəmirəm, IDE filan istəmirəm. Birbaşa istifadə edəcəm. Deməli, prompt yazıram. Mənə marketing hesabatlarını vizual olaraq infografik cədvəl hazırla. Ekranı görürsünüz. Mən rejimi dəyişməmişdim. Hazırlayır. Bəli, bizim bu arada təlimimiz başlayacaq. Telli xanım, yanvarın əvvəlində iş həyatında süni intellekt təlimimiz olacaqdır. Yeni targetolog süni intellektlə reklamlar qoya bilər. Yoldaşlar, baxın, mən 7 ildir ki, marketinq sahəsindəyəm. İnternetdə biraz axır vaxtlarda çoxalıbdır. Süni intellekt vasitəsilə reklam qoşursunuz, belə olur, elə olur. Baxın, süni intellekt reklam qoşmur. Belə bir şey yoxdur. Süni intellekti istifadə edə bilərsiniz reklam qoşmaqda. Bunun üçün hədəf auditoriyanın analizində, marketinq strategiyasının hazırlanmağında və s. istifadə edə bilərsiniz. Vizuallaşdırma prosesində istifadə edə bilərsiniz. Marketinqin hər bir yerində süni intellekti istifadə etmək olar. Amma süni intellekt sizin yerinizə reklam qoşub nəticə almayacaqdır. İnternetdə olan servislərdə bəzi servislər var ki, süni intellekt əsaslı işləyir, sizin yerinizdə target qoşur və s. Baxın, o platformaların heç biri relevant bir həll vermir. Süni intellekt bizim yerimizə reklam qoşmur, yoldaşlar. Hələ də targetinqi özümüz manual şəkildə etməliyik. Yəni, bəzi platformalar var, amma heç birini tövsiyə etmirəm, çünki heç biri yaxşı nəticə vermir.
Yəni özünüz sadəcə qoşub heç bir target eləməsəniz belə daha yaxşı nəticə alacaqsınız. Deməli, Claude bizim üçün cədvəlimizi hazırladı. İstəyirsə gəlin cədvələ nəzər yetirək. Baxın, belə bir cədvəl hazırlayıbdı. Əslində daha geniş edə bilərdik. Bunu promptları versək, kvartallara və s. məlumatları daxil edib bunu genişləndirə bilərik. Əslində ümumi olaraq baxsaq, məncə cədvəl yaxşıdır, pis deyil. İnfoqrafikası filan, vizuallaşdırılması yaxşı alınıbdır. Nə düşünürsünüz? Fikirlərinizi paylaşa bilərsiniz. Aha, Gülnar xanım Lovable-dakı bir həllini paylaşıb deyəsən. Gəlin baxaq. Tamam. Explore the network of knowledge. Believers designed to guide IB diploma students through. Maraqlıdır Gülnar xanım. Maraqlıdır. Əla. Mövzularını qeyd edib. Əhsən sizə. Halal olsun. Sadəcə bunların rəngini düzələn şeylərdir. Qısa, bəsit bir şeydir, çətin deyil. Gözəl. Çox gözəl. Əla. Gülnar xanım, daha əvvəl hər hansı bir məhsulunuzu deploy etmisinizmi internetdə, yoxsa hələ ki Lovable-ın daxilində çalışırsınız? Yoldaşlar, suallarınız varmı? Yoxdursa fikirlərinizi öyrənmək istəyərəm. Nə düşünürsünüz? Sizcə işinizdə hansı hissəsində süni intellekt istifadə etmək faydalı olacaq və s. Bu arada avtomatlaşdırma barədə də əgər maraqlıdırsa danışa bilərik. Əgər hər hansı bir sualınız varsa müzakirə edək. Sonra isə mən istəyərdim ki, qısaca bizim dərsimizin sillabusu üzərindən keçim. Bəzi yoldaşlar çünki təlimlə maraqlanıb. İstərdim ki, sillabusu daha ətraflı şəkildə izah edim ki, hansı dərsdə hansı bölmələr keçilməsi planlanır. Bəli, razıyam. Nəinki gələcək, artıq günümüzdə çox istifadə olunur. Yəni artıq günümüzdə aktuallığı başlayıb da. Salam, axşamınız xeyir. Eşidirsiniz məni? Bəli, bəli, eşidirik. Üzürlü sayın, mən WhatsApp burada tapa bilmədim yazmaq üçün, ona görə səsli qoşuldum. Buyurun, buyurun. Mən özüm dizayneram. Bu süni intellektdə dizaynların yığılması, məsələn, elə şeylərlə maraqlanıram. Sizdə o tədris olunacaq şeydir. Onlar keçiləcəkmi? Onu Baxın, soruşmaq bizdə istəyirdim. digər təlimimizdə, bəli, digər təlimimizdə şəkillərin, videoların hazırlanması, avatarların hazırlanması, musiqilərin hazırlanması, bu kimi mövzular digər təlimdə hamısı ətraflı şəkildə keçilir. Bu təlim isə daha çox iş həyatında günlük istifadə üçün, günümüzdəki işimizdəki günlük rutin işləri avtomatlaşdırmaq, sürətləndirmək və produktiv şəkildə istifadə etmək üçün olan alətləri öyrənmək üçündür. Hə, mənə əsas lazımdır ki, məsələn, Instagram səhifəsi, öz brendimin Instagram səhifəsini işləyirəm. Orada özüm istehsal elədiyim məhsullar var ki, onları süni intellektdə reklam formada düzəldim. Sonra reklama verim də belə deyək. Əlbəttə, əlbəttə istəyirsə yazarsınız, mən sizə ətraflı şəkildə o haqda məlumat göndərərəm. Tamam, çox sağ olun, Buyurun, təşəkkürlər. buyurun. Hə, dostlar, iş həyatında süni intellekt təliminin sillabusu ilə istəyərdim qısaca tanış edim sizi. Birinci dərs, birinci modulda süni intellekt haqqında ümumi məlumat, elmlərin ümumiyyətlə iş prinsipi, AI-ın müxtəlif peşələrdə istifadə olunması, hansı peşələrdə necə istifadə etmək mümkündür, Notebook LM, sənəd əsaslı AI sistemləri ilə tanışlıq və onların istifadəsi
və praktika. İkinci modulda prompt yazma strukturları, əsas prompt yazma texnikaları, rol, şərait, məqsəd əsaslı promptlar, JSON promptlar, hansı ki bu dərsdə JSON promptlardan istifadə etmədik, daha doğrusu yəni bəhs etmədik. Real biznes кейslər, ümumiyyətlə məncə bu təlimimizdə format elə bir formatdır ki, həm mən sizdən, siz isə məndən öyrənirsiniz. Çünki mən eyni zamanda bütün iş sahələrində necə istifadə olunacağını tam olaraq bilə bilmərəm. Ona görə bu mütəmadi müzakirə əsasında olmalıdır ki, mən sizdən iş keyslərini qəbul edim və birlikdə hansı işdə necə istifadə edə biləcəyimizi, hansı strukturu necə istifadə edəcəyimizi birlikdə müəyyən edib ona uyğun həllər hazırlaya bilək. JSON promptlar, JSON kodlaşdırma üçün, JSON belə deyim, sadəcə bir dildir, formatdır. Hətta formatdır, bir yazı formatıdır. Sadəcə kodlaşdırmada daha çox istifadə olunur. Həmçinin də promptlarda istifadə olunur. Bəzi tapşırıqlarda JSON prompt olduğu zaman süni intellekt bizim ondan istədiyimizi qat-qat daha yaxşı başa düşür. Bu səbəbdən də bəzən JSON promptlardan istifadə edirik. ChatGPT fərdiləşdirmə və az bilinən funksiyaları ChatGPT-nin həqiqətən də günümüzdə istifadə edənlər böyük ehtimalla 50-60%-ni maksimum istifadə edirlər. Amma əslində çox böyük funksiyaları var. Bu funksiyaları çox balaca toxunuşlar edərək çox optimallaşdırmaq mümkündür. Və ChatGPT ilə fərqli nəticələrin müqayisəsi olacaq. Dərsimizdə ümumiyyətlə ilk 3 dərsdə LLM modellərinin hamısını professional şəkildə istifadə etməkdən bəhs eləyəcəyik. Buna ChatGPT, Claude, Gemini üçü də daxildir. Üçüncü dərsdə ChatGPT və Gemini-nin daxilində botların hazırlanmasından bəhs edəcəyik. Şirkət daxili üçün AI botlar hazırlamaq, onların içinə müəyyən bir iş strukturlarını əlavə edib workflow formatında istifadə eləmək. Və hər kəs dərsin sonunda öz işinə uyğun bot hazırlayacaq. Google ekosisteminə aid olan bütün AI alətləri 4-cü modulda artıq başlayır. Bunu Google AI Studio professional şəkildə istifadə etmək, digər Google-a aid alətlərin istifadə olunması, Gemini Canvas-ı professional şəkildə istifadə etmək, Gemini-də tapşırığa uyğun fərdi şəkildə AI proqramları hazırlamaq. 5-ci dərsdə AI App praktika və Cloud-dan istifadə, yəni bir məhsulun MVP variantını hazırlamaq, müəyyən bir tapşırıq üçün hər hansı bir proqram həlli hazırlamaq və onu istifadə etmək. Və əlbəttə ki, hansı yoldaşlar istəsə ki, öz hazırladığı kodu, proqramı internetdə yayımlasın, bununla da bağlı müzakirə edib dəstək ala biləcəklər. Süni intellekt əsaslı cədvəllər, data analizi və vizuallaşdırma, süni intellektlə günlük hansı hesabatlarımızı vizuallaşdıra bilərik, hansı hesabatlarımızı avtomatlaşdıra bilərik, bundan bəhs edəcəyik. 7-ci dərsdə işi sürətləndirən ümumiyyətlə süni intellekt alətləri, yəni məşhur LLM modelləri deyil, amma işi sürətləndirmək üçün çox işimizə yaraya bilirsə, bunlardan bəhs eləyəcəyik. Bunlardan içində Perplexity, AI browserlər, yəni AI browserlər deyəndə Comet kimi AI browserlərdən bəhs edirəm. Audio, video, transkript hazırlamaq və videonun transkriptini çıxartmaq, onu süni intellektə əlavə etmək və onun əsasında işlətmək. Süni intellekt ilə təqdimatları professional şəkildə hazırlamaq, bugünkü kimi belə qısa deyil, daha ətraflı şəkildə hazırlamaq örnəklər üzərindən keçəcəyik. 8-ci dərsdə no-code platformalar, vibe coding və N8 necə işləyir, hansı işləri orada qurmaq olar, necə qurmaq lazımdır, necə qeydiyyatdan keçmək lazımdır, necə etmək lazımdır ki, no-code vasitələr bizim token resursumuzu aziz istifadə etsin, necə etmək lazımdır ki, kompüterimizdə Linux işlətmə sistemini, kompüterin belə deyək, proqramını, Windows'unu dəyişmədən istifadə edə bilək, N8-i necə kompüterimizə quraşdırıb N8-ə aylıq pul ödəmək yerinə sadəcə bir server ödənişi eləmək. Bu kimi bütün mövzular bu dərsdə keçilir. Və final dərsində final layihələr təqdim olunur. Final layihənin əsasında sertifikatlar təqdim ediləcəkdir. Belə dostlar, suallarınız varsa buyura bilərsiniz, suallarınızı paylaşa bilərsiniz.
Dostlar, səsim gəlir. Tamam Selin xanım, əlbəttə. Suallarınız varsa buyurun. Səsli şəkildə də suallarınız varsa bildirə bilərsiniz. Instagram postlarını daha rahat hazırlamaq üçün. Instagram postlarını daha rahat hazırlamaq üçün məsləhət görürəm ki, Nano Banana işlədəsiniz. Nano Banana günümüzdə ən yaxşı şəkil düzəltmə, belə deyim, alətlərindən biridir. Amma sürətli hazırlamaq istəyirsinizsə, əlbəttə bunun üçün hər hansı bir texniki həll hazırlasanız özünüz üçün və yaxud göstərdiyim örnəkdəki kimi daha sürətli hazırlaya bilərsiniz. AI-ın verdiyi məlumatların doğruluğuna əmin olmaq. AI-ın verdiyi məlumatlara əmin olmaq üçün, doğruluğuna əmin olmaq üçün ilk növbədə ondan istinad istəyə bilərsiniz ki, hansı mənbəyə istinad edir. İkinci məsələ odur ki, ümumiyyətlə süni intellekt özü də qeyd eləyir ki, aşağı hissədəki süni intellekt yanıla bilər. Bu səbəbdən də onun verdiyi məlumatı özünüz oxuyun, analiz edin, Google-da axtarın və baxın ki, həqiqətən də nəticə doğrudur, yoxsa yox. Amma özündən istinad istəsəniz, adətən linklərini təqdim edir. Linki təqdim etmirsə, istinadı vermirsə, böyük ehtimalla hallyusinasiyadır və məlumat böyük ehtimalla yanlış ola bilər. Təhsil sahəsində nə kimi istifadə etmək olar? Təhsil sahəsində çox hissəsində istifadə etmək olar. Belə deyim, sualların hazırlanmasında, tələbələrin nəticələrinin qarşılaşdırılmasında, onların zəif nöqtələrinin araşdırılmasında. Məsələn, biz texniki bir həll hazırlaya bilərsiniz. Tələbələrin hər bir tələbənin hazırladığı test cavablarını və s. hamısını ona verə bilərsiniz. O artıq fərdi şəkildə müəyyən fikirlər bildirə bilər ki, hansı şagirdin ya tələbənin hansı istiqamətdə boşluqları var, hansıları hansı istiqamətdə daha güclüdürlər. Bu kimi həllər edə bilərsiniz. Uşaqların istifadəsinə, bilmirəm uşaqlardan söhbət yoxsa böyük tələbələrdən gedir söhbət. Həmçinin onların istifadə etməsi üçün müəyyən qədər onları öyrədə bilərsiniz. Çünki günümüzdə dediyim kimi Azərbaycan dilində qaynaq çox azdır. Amma məsələn Google-un bir çox alətləri var ki, transkript çıxarda bilir, Azərbaycan dilində podkast formatına çevirə bilir hər hansı bir məlumatı. Məsələn biz ona bir video versək, yaxud PDF kitabını və s. versək, o həmin kitabdakı məlumatları podkast formatına sala bilir. Məsələn mən normalda tarix kitablarını falan oxumaq çox sıxılan bir adamam. Amma tarix haqqında bir kitabı ona verib podkasta çevirdiyiniz zaman podkastda sanki iki nəfər bunu müzakirə edirmiş kimi dinləyəcəksiniz və bu daha maraqlı olacaqdır. Müxtəlif şəkildə təlim sahəsində ümumiyyətlə istifadəsi çox genişdir. Həmçinin də Gemini sırf təlim sahəsində gördüyünüz kimi addımlamaya başlayıb. Türkiyədə universitetlərdə stendlər qururlar. Təlim sahəsində istifadəsi ilə bağlı insanları təşviq edirlər. Google-un məhsullarının hamısı, Google Classroom və s. artıq süni intellektlə inteqrasiya edilibdir. Bu səbəbdən də təhsil sahəsində geniş istifadə etmək mümkündür. Jayla xanım bildirir ki, ilk dəfə eşitdiyinə görə sual verməyəcək bir şey yoxdur. Yəni, Jayla xanım, əgər baxın, mən istəməzdim tək tərəfli olsun müzakirəmiz. Əgər suallarınız varsa bildirə bilərsiniz. Ya da ilk dəfə eşidirsinizsə bildirə bilərsiniz. Həmin mövzunu daha da ətraflı şəkildə, geniş şəkildə açardıq. Axşamınız xeyir olsun. Bilirsiniz necədir Abdullah bəy? Mən hal-hazırda Gemini-dən istifadə edirəm. Notebook Kyle-dan da istifadə edirəm. Yəni bacardığım qədər. Amma ilk öncə də dedim ki, prompt yazmaq da ən böyük problem. Bəzən promptda problemlər olur və qızım tələbədə, qızım süni intellekt vasitələrini ingilis dilində istifadə edildiyinə görə daha produktiv nəticələr ala bilir. Yəni bu hal-hazırda mən özüm 40 yaşım olmasına rəğmən bu istiqaməti yeni öyrənirəm və əlifba öyrənən uşaq kimi burada sizin səsləndirdiyiniz bir çox süni intellekt vasitələri ilə daha çox ilk dəfədir tanış olurdum və çox güman ki, sabah birisi gün, yəni həftə içi həmin alətlərlə tanış olmağa üstünlük verəcəm ki, yeni alətlərlə tanış olum. Yəni burada durub hansısa bir ibtidai sual vermək, A hərfi necə yazılır deyib özümü biraz gülünc vəziyyətə salmaq istəmirəm. Baxın, Ona görə susmağa üstünlük verdim. Yəqin ki, sizin təlimlə bağlı mən də maraqlanacağım. Çünki
Yəni bir günümüzün yeniliklərinə baxmayaraq ki, mən hipnokoçam, amma eyni zamanda həm də sahibkaram və sahibkar kimi təbii ki, mənim də bəzi məsuliyyətlərimi kimlərsə paylaşmaq ehtiyacım var və əgər bu çox rahat başa salına bilən bir süni intellektdirsə, niyə də olmasın? Ona görə mən bu axşamki təlimə qoşulmuşam. Yəni sual verməmə səbəbim mövzunu anlamamaq səbəbi deyil. Sadəcə doğrudan da bir Başa çox düşürəm. sizin istifadə elədiyiniz terminlərlə ilk dəfə də tanış olurdum. Ona görə də bunu əvvəlcə özüm həzm eləməliyəm. Sonra artıq onun doğru promptla sual hazırlamalıyam. Problem yoxdur. Suallarınız olsa yönləndirə bilərsiniz. Xoşdur. Təşəkkür edirəm. Deməli, bəlkə də mövzudan kənardır. Geminidə bot hazırlanması üçün proses deyilsə, yüngül istiqamət verə bilirsiniz. Proses deyilsə, uzun proses deyilsə, yüngül istiqamət verə bilərsiniz zəhmət olmasa. Belə deyim, Geminidə bot hazırlanması üçün əsas istiqamət doğru prompt yazmaqdır Elman bəy. Bir doğru prompt yazmaq, bir də süni intellekt alətlərinin iş prinsipini yaxşı mənimsəməkdir. Yəni siz başa düşdünüz ki, məsələn API-lər necə işləyir, Google-un özündə hansı API-lər var və hansı resurslar özünə aiddir, hansı resursları özündə yoxdur deyə hazırlaya bilməz. Bunları bildiyiniz təqdirdə Gemini-də bot düzəltmək sadəcə yaxşı bir prompt yazmağa bağlı mövzu qalır. Adətən bəzən belə bir şey olur da. Ümumiyyətlə süni intellektdə yaxud hər hansı bir Gemini bot hazırlayanda, süni intellektin hər hansı bir həll hazırlamağa çalışanda birbaşa ağlınızdakı o mürəkkəb sxemdən başlamamaq lazımdır. Ən bəsit bir şey, kalkulyator istəyə bilərsiniz. Bəsit bir şey. Bəsit bir şey hazırlayandan sonra getdikcə daha dərin, daha maraqlı, daha çətin şeylər hazırlamaq mümkündür. Ümumiyyətlə istənilən halda belədir də, o smart hədəflər deyirlər. Hədəflər smart olmalıdır, yəni ölçüləbilir olmalıdır, çatılabilir olmalıdır. Bunları nəzərə almaq lazımdır. Əgər çox çətin bir hədəf qoysaq özümüzə ki, məsələn, gələn il Jeff Bezos'la eyni siyahıda olacaq filan Forbes-da, əlbəttə ki, bu real olmayacaqdır. Amma daha uyğun bir hədəf qoysaq, çatmağımız daha rahat olacaq və həm də həmin hədəf bizi motivasiya etmiş olacaq. Marketinqdə tətbiq etmək üçün süni intellekt öyrənmək istəyirəm. SEO, GMT və GA4 üçün. Maraqlıdır. Ümumiyyətlə, marketinq sahəsindəki insanlar məncə birinci növbədə süni intellektlə maraqlanan insanlar olmalıdır. Çünki marketinq sahəsi ən dinamik sahədir və elə bir sahədir ki, iş yerlərinin hamısı düşünür ki, marketoloq heç nə etmir. Ona görə də marketoloqlar həmişə özünü təkrar sübut etməlidir. Məktəbə qədər uşaqlar üçün də mütləqdir, amma həssas mövzudur. Ona görə də orada mütləq şəkildə süni intellektin hazırladığı hər şey yenidən yoxlanılmalıdır. HR sahəsində AI tətbiqi ilə bağlı. HR sahəsində tətbiqi ilə bağlı realdır. HR sahəsində çox yerində də istifadə etmək olar. İlkin CV-lərin skanning edilməsi üçün, yəni ilkin CV filtrdən keçirilməsi üçün, tutalım ki, şirkətə 200 dənə CV gəlir. O 200 dənə CV-yə baxmaq yerinə içində parametrlərə uyğun olan 20 CV seçiləndən sonra onların HR-ın baxmasını təmin etmək mümkündür. Həmçinin də HR-ın işi təkcə belə deyək də, əməkdaş cəlb etmək deyildir. Cari əməkdaşla işləmək üçün, onların motivasiyasını qaldırmaq üçün, şirkət haqqında daxili FAQ-lar hazırlamaq üçün ki, məsələn, bir FAQ hazırlaya bilər süni intellektlə, yeni əməkdaş işə gələndən sonra artıq heç kim oturub ona izah eləmir şirkətimizin daxili qaydaları budur və s. O birbaşa keçir, kompüterində botu başladır, bot ona başlayır məlumatları deyir, daha sonra testlər verir ki, filan adam hansı şöbədə işləyir, onun iş səlahiyyəti nələrdir. Əməkdaşlarla görüşmədən birbaşa kompüter başında olan tanış ola bilər, səlahiyyətlərini öyrənə bilər və daha sonra gedib onların arasında üz-üzə tanış ola bilər. Həmçinin şirkətin daxili qaydalarını, vizyonunu, misyonunu birbaşa bot vasitəsilə ötürə bilərik. Daha sonra test edə bilərik ki, şirkətin daxili bütün qaydalarını əməkdaş bilir, yoxsa yox və bunu mütəmadi şəkildə edə bilərik. Və müxtəlif mənim HR sahəsində bilmədiyim istiqamətlərdə də yəqin ki, tətbiq eləmək mümkündür. Sadəcə mən o HR sahəsi haqqında o qədər biliyə sahib deyiləm bəlkə də. Elmi araşdırmalar üçün hansı daha etibarlıdır? Elmi araşdırmalar üçün etibarlı belə deyim, məncə Gemini və Claude əsas istiqamətdə istifadə etmək uyğun olar, amma istənilən halda araşdırma edirsinizsə, elmi araşdırmadan söhbət gedirsə, qaynağını mütləq istəmək lazımdır ki, qaynaqda olmayan hər hansı bir məlumat ötürülməsin sizə süni intellekt tərəfindən.
Vüsal bəy, bir rəhbərin istifadə etməsi üçün süni intellekti bir neçə hazır əlavə botlar hazırlaya bilər özünə. Kalendarlarını inteqrasiya edə bilər süni intellektlə ki, daha rahat gününü planlaya bilsin. Həmçinin də GPT botlar. Rəhbərin əsas funksiyaları belə deyək də, əsas kontroldur və yoxlamaqdır da. Kontrol etmək, idarə etməkdə. Yəni iki əsas öhdəliyi var da, belə deyim, rəhbərin. Hər ikisi üçün də botlar hazırlayıb, hər ikisi ilə bağlı fərqli istiqamətdə işləyə bilər. Sadəcə botlar doğru hazırlanmalıdır ki, botlar yetərli məlumata sahib olsun ki, yetərli şəkildə sizə məlumatlar verə bilsin. Və bir də rutin işlərini avtomatlaşdırmaq lazımdır ki, e-maillər və s. Demirəm, e-maili rəhbərin yerinə süni intellekt yazsın. Ümumiyyətlə qarşıyam bu şəkil istifadəsinə. Mütləq şəkildə insan özü toxunmalıdır, özü görməlidir, kimə nə gedir, hansı mesaj gedir. Amma ən azından şablonun hazırlanmasında süni intellektdən istifadə edə bilər. Hal-hazırda botla call center üçün üzərində çalışırıq, amma şirkətdən dəstək almışıq. Yeni sizin dərsdə bu baxın, Telli xanım, call centerda süni intellektin istifadə edilməsi süni intellekt alətlərinin fərdi şəkildə istifadəsinə aid deyil, onun biznes inteqrasiyası hissəsidir. Onu deyim ki, Azərbaycan dilində call center botları çox da yaxşı nəticə vermir deyə bilirəm ən son. Ən son bir neçə ay əvvəl, yəni gördüyüm nəticə oydu. Sizə təklif olunan indi bilmirəm necə nəticə verir, amma biraz Azərbaycan dilini ümumiyyətlə süni intellektlərin dəstəkləməsində çətinlik var. Bizim dərsimizdə call center'a botun inteqrasiya edilməsindən bəhs etmirik, xeyr. Amma məsələn, bunun inteqrasiya edilməsinə, Instagrama inteqrasiya edilməsinə və s. bundan bəhs edirik. Buna Native platforması, Make və s. kimi platformalarda etmək mümkündür. Call center'a inteqrasiya etmək biraz başqadır. Buna Mighty Call kimi call center böyük bazasında işləyən proqramlar lazımdır. Əlavə suallarınız varsa, buyurun. Ya da siz çox danışdınız, mən danışmaq istəyirəm deyən varsa aranızda, o da buyura bilər. Abdullah bəy, qısaca yanvarda başlayacaq təlimin müddəti və ödənişi barədə soruşa bilərəm. Belə deyim, istərdim ki, indi ümumi suallarınız haqqında bəhs eləyək. Yəni süni intellektlə bağlı кейsləriniz, harda istifadə etmək istəyərdiniz və s. Webinar haqqında feedbacklərinizi almaq istəyirəm, fikirlərinizi öyrənmək istəyirəm. Təlimlə bağlı isə siz zəhmət olmasa mənə yazarsınız, mən sizə ətraflı, detallı məlumatı verərəm o vaxt, olarmı? Əlbəttə olar, təşəkkür edirəm. Yəni qısaca feedback verim. Çox məhsuldar bir təlim oldu. Şəxsən çox xoşuma gəldi. Çünki bir çox informasiya mənim üçün aydınlaşdı. Başqa mənbələrdən eşitdiyim informasiya daha üstü örtülü idi. Siz onu linklər vasitəsilə açıqlama verərək və yəni görüntülü olaraq göstərərək izah elədiniz. Buna görə mənim üçün təliminiz çox xoş oldu. Sizi tanımaq da ayrıca xoş oldu. Təşəkkür edirəm, çox sağ olun, çox təşəkkür edirəm. Belə, əgər başqa sual olan yoxdursa, düşünürəm ki, görüşümüzü bitirə bilərik. 2 saatdır ki, buradayıq. Çox təşəkkür edirəm vaxtınıza görə, sona qədər dinlədiyinizə görə. Çox sağ olun. Çox təşəkkür edirəm, çox sağ olun.